Niyazi, Mehdi, Altay və Umay. Heç də bayağı olmayan melodram. İkiyüzlü Azəri Yanusu. Bu bayağı olmayan sevgi olayı 21-ci yüzilliyin ilk 10 illiyində Azərbaycanda baş vermişdi. Azərbaycan yaxşısı zirzibili ilə həmişə biz düşündüyümüzdən böyükdür. Sanki onun oğlan və qızlarını, kişi və qadınlarını bir mentalitet fırladır. Azərbaycan başdan ayağa klonlar, bir-birinin kopyası olan adamlar dünyası kimi görünür. Hətta qonaqsız adam olmaları ilə öyünəndə belə klon kimi yox, klon kimi görünürlər. Hamısı oxşar düşünür, oxşar arzularla çalışır, oxşar qızır, oxşar sevinir, oxşar gülür. Bura oğlanların eləsi də var ki, gülmək, bərk tutanda səslər qız səsi kimi cingildəyir və bu zaman gülüşlərini saxlaya bilmədiklərindən yerə girə-girə gülürlər. Beləcə aldanış yaranır ki, sən Azərbaycanı və Azərilərin necəliyini yaxşı bilirsən. Onlar asan proqnoza yatır. Bu aldanışda bulunub Azərbaycanı ovcunda tutduğunu balaca dünya kimi tamaşa edəndə birdən elə ola bilməzlər, zühur edir ki, çaşırsan. Çaşırsan ki, o sənin başındakı Azərbaycandan çox-çox böyük imiş. Altay belə olanmazlardan idi. Birincisi, dəhşətli macəraparast idi. Axırda bu onu sevgisizlikdən sevgiyə gətirdi. İkincisi, sir sifəti ilə olanmazlardan idi. Düzdür, görünüşündə olanmazlıq az idi. Çünki onun kimi hündür oğlanlar az değildi. Arıq, biraz enli çiyinli oğlanlar biraz değildi. Ağbənizlər də az değildi. Öndən baxanda ərdəmli, soylu, bəyzadə, üzdə görünən oğlanlar da az değildi. Onun kimi saqqallılarsa indiki yüzilliyin başlanğıcından Bakıda çoxalmağa başlamışdı. Ancaq onun görünüşündə bir olanmazı vardı. Öndən üzü bəy alicənablığından görünürdü. Profildən isə qartal baxışlı, ağır xasiyyətli adam sifətini alırdı. Özü öncələr bunu bilməzdi. Yux teatrın rejissoru Vaqif İbrahimoğlu onun bu ola bilməz üzünə görə bir tamaşasında oynamağa götürəndə bilmişdi. O, Çağ Altay Universitetinin Coğrafiya fakültəsində oxuyurdu. Aktyor dostu ilə yuğa getmişdi. İbrahimoğlu foyedən tualetə gedəndə ayaq saxlayıb ona yaxınlaşmışdı ki, indi Kəmal Abdullahın bir piyesini tamaşaya qoyuram. Sənin üzün onun baş qəhrəmanına uyğundur. Onu oynayarsan? Altay, mən səhnədə özümü apara bilmərəm, deyəndə, bilərsən, söyləyib onu razı salandan sonra tualetə getmişdim. Həyatının tualetə ayrılmış hissəsi çox parlaq adamlar kimi İbrahimoğlu'nun da bioqrafiyasında tamaşaları dərindən düşünmə yeri olduğundan bu epizod ortaya çıxdı. Altay da oradan da məşqlərdə yavaş-yavaş artistlik etməyə ürəşdi. Tamaşa isə miniatür rəsmlər biçimində qurulmuşdu. Bəzi monoloqlardan işıq onun başını çevrəyə alırdı və o səhnədə zala baxıb danışırdı. Qəzəbli, duyğusal monoloqlardan isə zala profilini çevirirdi və işıq onun bu profilini dairəyə alırdı. Tamaşaçılar sanki stop kadr prinsipində bir adamı iki başqa sifətdə görürdülər. Onların başında Altayın öndən görünən üzü, yandan görünən üzü ilə bəzi Picasso şəkillərindəki kimi bir-birini iç-içə girirdi. İbrahimoğlu məşq zamanı onu axtaranda soruşardı. Hana bizim ikiyüzlü Yanus? Altayın aktyor karyerası bu tamaşa ilə də bitmişdi. Başqa tamaşalara razı olmamışdı. Hərçənd əvəzində İbrahimoğlu'nun gənc dostu statusunu qazandığından onun dostları ilə söhbətlərində iştirak etmək ixtiyarını almışdı. Bu dostlar isə o zamanki Bakının nomenklator ziyalılarından uzaqda duran düşüncə adamları idi. Onlar nə anti-marksist, anti-leninci ideya vardısa ona tam arzu edirdilər. Onlar bu və ya başqa dərəcədə anti-sovet idilər. Bəzilərinin evində partbilet olsa da onlar zen buddizmdən tutmuş, Freydəcən doğudan tutmuş, batıyacan intellektual səyahət etməyi sevirdilər və onların yarı plagiat, yarı orijinal söhbət mühitində Altayda şərqin, qərbin, sirli dünyasına səfər etmək istəyi formalaşmışdı. Bu olan ən əsas olanmazlığı sonralar ekstremal səyyahlı, məzarəçılıq yolunu tutması oldu. Sözsüz o Amerikadakı, Avropadakı güllələrlə bağlanmış kanatlarda yeriyən, motosikletlə 10-15 maşın üstündən uçan ekstremal səviyyəsində deyildim. Bunların ürəyi olsa da bacarığı yox idi. Ancaq dağdan qış-qış axan çay sularının qayıqda üzmüşdüm. Adam vurmaq qorxusu olmayan yerlərdə dəli kimi maşın sürmüşdü. Meşədə bir ay tüfəngsiz filansız tərsinə qalıb salamat çıxmanın təcrübəsini yaşamışdı. Özü də bir dəfə yox, neçə dəfəsi Himalayada da olmuşdu. Ancaq alpinistlər dəstəsi onu Everestə götürməmişdi ki, hazırlığın yetərli deyil. Himalaya getməyə və tüfeyli yaşamağa pulu isə
ailəsindən gəlirdi. O iki qardaşın, iki bacının kiçiyi idi. Bu qardaş-bacıların hamısı görünüşcə, xasiyyətcə adi adamlardan idilər. Ancaq hərəsi bir cür varlı idi. Qardaşın böyüyü Çingiz müəllim Vergilər Nazirliyində nazir müavini idi. Hamı bilirdi ki, kasıb deyil o birisi. Orxan bəy biznes aparırdı. Ancaq vergilərdəki qardaşı arxasında dursa da biznesini təmiz aparırdı. Bacıları isə imkanlı qardaşlarına görə yaxşı və bacarıqlı oğlanlara ərə gedib, evlərində ərləri üstündə ağalıq edirdilər. Bax, bu 4 bacı qardaşın sevimlisi Ərköyünü Altay idi. Ərköyün olduğu üçün tez-tez bacıları ilə üzündə zəhrimar danışardı. Ona görə də onlar həmişə sözlərini çəkinə-çəkinə deyərdilər. Bunu görüb qızların ərləri də Altayın ərkönlüyü ilə barışmışdılar. Qardaşlar da Altaydan min söz eşidə bilərdilər. Ən çox da böyük qardaş eşitməyə öyrəşmişdi ki, korrupsiya bataqlığındasan. Bir sözlə, Altay bacı qardaşı ilə özünün əti acı aparırdı və hamısı da bunu yeyirdi. Onlar yığışıb Altaya təzə tikilmiş elit binada ev almışdılar. Banklardan adını hesab açmışdılar. Onun xasiyyətinə dözmələrinin isə bir neçə nədəni vardı. Ona görə ki, başdan rəhmətli ata-anaları qaydaları belə qoymuşdular. Ailələrində onların zəhmi və hörməti böyük olduğundan dünyadan köçəndən sonra da qoyduqları qayda qalmışdı. İkinci nədən o idi. Uşaqlar arasında yalnız Altay yaraşıqlı və ağıllı idi. O biriləri də ağıllı idilər. Olmasaydılar bu qədər pulmu qazanardılar. Qızlar ağıllı olmasaydılar ərləri üzərində ağalıq edə bilərdilər. Ancaq Altayın ağıllılığında məişət bacarığı, zirəkliyi yox, çağdaş dünyanın bilgiləri, ideyaları, naxışları cızırdı. Ağzını açan kimi görürdün ki, bu oğlan orta azərlilərin alışdıqlarının qənimidir. Darıxdırıcı olum, yaşama, qəlblərinə girənmir. Altayda alışmışların dəbərdib, rahat yerində eləmək şəkəri vardı. Bir də qardaş-bacının uşaqları Altayı dəhşətli dərəcədə çox istəyirdilər. Onlara baxıb gəlinlər də, yeznilər də onun kaprizi ilə oynayırdılar. Beləcə hamı özündən yuxarıdakına baxıb onu çox istəyirdi və bu zəncirdə Altayın sevilməkdə öz xidməti itibata düşmüşdü. Soruşulsaydı nəyə görə çox istəyirsiniz? Ancaq deyərdilər, ürəyi gözəldir. Bankda müftə pulları onu korlamamışdı. Tələbxəz deyildi, geyməyə, yeməyə qənaətcil idi. Bir BMW-si vardı, maşını ora-bura vurduğundan qapılar neçə dəfəsi əzilmişdi. Əzik yerlərin üstündə suvaqlar ağarırdı. Maşının buferi 2 il düşmüşdü. Yerinə 2 qarı bəbək bərəlirdi. Yaşadığı binanın 100 metrliyində təmir sexi olduğundan xarab olan kimi düzəltmək üçün uzağa getməli olmurdu. Bu səbəbdən tez-tez xarab olması da Altay maşını dəyişdirmək istələmirdi. Daha doğrusu, məsələ bu gün sabaha qalırdı. Bir də o şəhərdə daha çox velosipedlə, bəzən motosikletlə gəzirdi. Maşınından fərqli olaraq onların ikisi də bahalı və gözəl idi. Bu boyda Bakıda onun BMW-si qədər cındır maşın yox idi. Dost tanışı da, yol polisi də uzaqdan tanıyırdı ki, Altay gəlir. Çingiz müəllim bir dəfə deyinmişdi ki, bizi biabır edirsən, sadə olmaq istəyirsən, git Jiguli al. Altay isə cavabını mızıldanmışdı. Bilmək olmamışdı nə deyir, yenə korrupsiya bataqlığı, yoxsa malpərəstlərə dərs vermək istəyirəm deyir. Ancaq hamı bilirdi ki, Altay sadəliyi imici üçün etmir, maşına az önəm verdiyi üçün dəyişmir. Dəli kimi sürmək istəndi isə qardaşların bahalı maşınını götürürdü. Altay Qarabağda vuruşmuşdu. Qardaşları onun əskərlikdən saxlaya bilərdilər. Ancaq onlar buna qoymamışdı. Səbəbi vətənpərvərliyi falan deyildi. Ona türkçə atası Altay adını versə də millətsevərliyi bu oğlana yad idi. Onun üçün yalnız ayrıcı adamın necə olması önəmli idi. Davaya isə getmişdi. Ekstremallıq qırımına görə onu 46 saylı məktəbdə Rus bölməsinə qoymuşdular. Ata-anası uşaqlardan yalnız onu rusca oxutmuşdu. Ancaq evdə millətçi bir mühit yaratmışdılar ki, rus təhsilindən korlanmasın. Qonşuluqda Kubinka məhəlləsinin 44 saylı məktəbi vardı. Oranın Azəricən oxuyan uşaqlarının qırımı vurub döymək idi. Onlar öz aralarında vuruşurdular. Ancaq ən çox məzəllənirdilər. 46-nın rusca oxuyan mama uşaqları ilə 5-ci sinifdə bir dəfə onlar Altay hədəfə götürəndə bərk qorxmuşdu və elə həməncə də bu zəifliyindən özünə qısıb, qorxusunun acığını tək başına 3 uşaqla süpürləşmişdi. Həmin olaydan sonra Altay öz qorxusunu əzib ram etmək üçün fürsət düşən kimi təhlükələri üstünə çağırırdı ki, qorxusunu oyadıb əssin. Beləcə o özünü ekstremallığa şitəndirmişdi. Davaya getməsi də bundan idi. Lumu və bir stəkan su. Bu gün saat 5 olardı ki, Altay Şahdağdan gəlmişdi. Biraz yorğun, biraz qanı qara. Mənzili olan binanın qapısında içəri girəndə sağ ayağı nəsə yumuşaq şeyə batdı.
Gördü ki, it nəticisidir. Qonşulardan hansınınsa itinin nəticisi iyrənmədi. Çünki meşəyə, dağlara gedəndə, günlərlə çinməyən ekstremalların arasında olanda, tər iyi verən turist qızlarla çörək yeyəndə, hətta seks yapanda o qədər təmizkar qlamur dünyanın qəbul etmədiyi şeylər arasında olmuşdu ki, it nəticisi onu iyrəndirməzdi. Sadəcə ayaqqabısının batması narahat etdi. Çünki mənzilinə girəndə döşəməyə yayılacaqdım. Dilxorçuluğu nəticədə deyildi. Bircə yaşadığı qızdan idi. Altayın 35 yaşı vardı. Gündə bir qız dəyişməyən görməmişliyini çoxdan buraxmışdı. Kişi görməmiş olanda qadınla seks, qadın bədəni sirrə, həyəcandan əsim-əsim əsməyə gətirir. Seks asan olanda isə qadın bədəni, ağ və ya qaramtıl budları, böyük və ya balaca döşləri seksual magiyasını xeyli itirir. Estetik magiyasını saxlasa da, 6 ay görməmişlik mərhələsində qadın bədəninin ləzzətini əlləri özünə bir yerinə sıxmağı ilə duyurdu. İndi isə əsas həzzi baxmaqdan alırdı. O da baxmalı olsa. Bu yaşında Altay bəyəndiyi qızla qadınla uzun sürən yaxınlığı daha düz sayırdım. İndi bəyəndiyi isə Lumu dediyi Aynur idi. Altay gəzdiyi qızı ayağıma qoşub telefonuna yazmağı xoşlardı. Çünki bütün Azərbaycan bürümüş Aynurlar, Aytənlər çaşdıra bilərdim. Rayonlar Limona Lumu deyirdilər və Altay da hansı bir məzi iləsə ultramodern Aynura Lumu ləqəbini vermişdi. Qanın qaralmasının səbəbi Qubadan çıxanda yolda Lumuya zəng vurmuşdu ki, 2-3 saat evdəyəm. Get biş-düş elə, məni gözlə. Lumu model kimi gözəl olan sarı saçlı, məxmər gözlü qız idi. Saçı natural sarı idi. Bəzən Azərbaycanda belə qızlar da olur. Blond qızların ağlı topuğunda olur deyəndə. Dünyada gəzən bu axmaq deyimin Lumuya dəxli yox idi. Altayın onunla bağlı seks istəyirəm anlamını verən bir stəkan su paralı vardı. Bu deyimi ötən yüzilliyin 20-ci illərində Rus bolşeviklərində ya Inessa Arman, ya hansısa başqa qadın istifadə etmişdi. Altay seks gərəyini bir stəkan su ilə səsləndirəndə, kültür anışmaları ilə gərəyinin çopudluğunu abıra salırdı. Hər halda belə düşünürdüm. Yumor Lumunun da xoşuna gəlmişdi. Hər halda açıq-saçıq seks söhbətindən bu yaxşı idi. Altay Qubadan çıxanda telefonda Lumuya deyəndə ki, evə get bir stəkan su hazırla, adətən bamizə cavab alırdı. Şərbətli yoxsa adi? Ancaq bu səfər Lumu nəsə duruqdu. Altay ilə gəldi ki, qızın nəfəsini eşidir. Yanında nəsə qımıltı. Deyəsən qız kimisə yanında idi. Ondan aralandı və dedi, yox Altay, gedəməyəcəm. Niyə? Mən istəyirəm ərə gedim, uşaqlarım olsun, vaxtıdır, bağışla. Altay istədi quru danışsın, ancaq gözünün qabağında onun biraz dolu dudaqları, ovuc boyda məmələri, dadlı göbəyi duran yerdə necə quru danışmaq olardı. Bunu yalnız pis şəkildə oynamaq olardı. İkisi də biraz sustu. Lumunun nə düşündüyü Altay bilmirdi. Özünün isə başından düşüncələr axıb keçdi. Lumu bilirdi ki, Altayın evlənmə fikri yoxdur. Yaxınlaşmağa başlayanda öncədən onu xəbərdar etmişdi. Bilirdi ki, Altayın ərli qadınlarla Avropada flirt deyilən mazaqlaşmaqla da arası yoxdur. Altay Lumuya şərt kəsmişdi. Nə qədər bir yerdəyik, zina olmaz. Lumu yaxşı bilirdi ki, Altay bir ay, 10 gün dağda kəsəkdə olanda yabancı ölkələrdən seks turizmi, idman turizmi üçün gələn sarı-qara kürən qızlarla səfər yoldaşı olanda dediyindən dönmür. Ona görə Lumudan xəyanət etmirdi və Altay bunu bilirdi. Ancaq Lumudan Altay onu da bilirdi ki, qızın ofis şefi Altaydan da yaraşıqlı bir kişi Lumuya elə heyrandır ki, evlənmək istəyir. Bütün bu bildikləri başında Altay telefonda susurdu. Duyurdu ki, vida sözünü deməlidirsə, elə deməlidir ki, effektli akkord olsun. Roma sezarlarında, senatorlarında ölüm qabağı həyatını belə akkordla, aforizmlə bitirmək dəbi vardı. Altay elə bil özünə dedim. Lumu, istefa verirsənsə, yerində 1000 qızdan biri olan Aynur qalır. Di salamat qal. Həmişə dadına satmağa hazıram. Tükümü yandırsan gələcəm. Bunu deyib özü birinci mobili qapatdı. İndicə ürəyə bağlanmış qızı itirməsindən çox evə gedəndə bir stəkan su içməyəcəyindən yana-yana binasının qabağına çatıb içəri girmişdi ki, ayaqqabısı nəcisə batdı və qanqaraçılığı bundan da biraz da artdı. Təzədən binadan çıxıb ayaqqabısının altını səkinin tininə sürtdü. Sonra atalar otlara sildi. Qayıdıb liftdə mənzilinə qalxdım. Mənzili Bakıda dəbdə olan Evroremont estetikasında idi. Bunu Altay seçməmişdi. Qardaşları ustaları tapşırmışdı. Özünə qalsaydım, bəlkə də nəsə elektrik üslubda 4 otaq cürbəcürləşdirərdim. Ancaq buna hövsələsi yox idi. Ustalara başı üstündə durmalı idi. Yəni bir xeyli vaxt səfərə çıxmamalıydı. Əvəzində mənzildəki minimalizm özündən gəlirdi.
Az mebel, yalnız orada-burada türlü səyahətlərdən gətirdiyi xırda yadigarlar, ilginc biçimli daşlar, ağac kəsikləri, divarlarda çərçivədə ağ-qara, rəngli fotolar vardı. 1 metr, hətta metr yarım formatında eksotik ölkələrin mənzərələri, ekstremal səhnələr, o şəkillərdən birinin qənşərində divan kreslo dururdu. Qarşısında jurnal masası, ev paltarını geyinib öyrəşdiyi kresloda oturdu. İçəridə 10-15 gün insan bədəninin istisini çəkməmiş otaq havası vardı. Bu havanın qoxusu burnunda özünü psixoanalizə tutdu. Niyə qanım qaradır? Lumunun burada olmamağından rahatlığım, keyfim baş tutmadığı üçün, yoxsa Lumunu bir dəfəlik itirdiyim üçün? Bir dəfəlik deyil axı. Desəm evlənə qayıdar. Mən niyə demirəm? Gözünün qabağına 100 dəfə olmuş səhnə gəldi. Lumunun üstündə uzanıb, qızın dizləri yana açılıb, bərk sümüklü burnu Lumunun incə burnuna dəyir. Yavaş-yavaş nəfəsləşirlər, hərdən başını qaldırır, baxışları onun məxməri gözlərini udulur. Başıma bir şey gəlsə ərə gedər, buna mı qısqanıram və məni nə dayandırır? Altay siqareti çoxdan atmışdı, ancaq gərgin hallara düşəndə barmağını aparıb alt dodağının sağ ucunu öncələr siqaret dəyən ucunu sığallayırdı. İndi də sığalladı. Bunu sözlə düşünmədi, şəkillərdə gördüm. Bütün xoşuna gələn qızlar istəyi istilik kimi ya aşağıdan bir yerindən başlayıb yuxarı yayılırdı, ya da gözlərindən başlayıb aşağı axırdı. Özünü bu görünüşdə gördüm. Lumuya istəyi istilik kimi gözlərində, o bir şəkildə də gözünün qabağına gəldi. İstəyin istisi beyninin içindən başlayıb aşağı axar, bu hal Altayda heç vaxt olmamışdım. Onun üçün də gözün qabağına gələn şəkil olmuşun şəkli deyildi, olmamışın. Haçansa başında yaranmış belə qız olaydı. Arzusunda şəkli idi. Belə qız olaydı həsrəti son çağlar Altayın içindəki düşünürsüz, bilinçsiz, şuursuz dərinliklərdən elə güc almışdı ki, hansı qıza baxırdısa, ürəyində ona muz qoymaqdan qurtula bilmirdi. Bu tənqid aqressiv deyildi, ancaq sevgi mutluluğuna bir qırnıq zəhər də yox, acı qatırdım. Həmin acı isə gəzdiyi qızdan köpük kimi şişib partlayan usanma duyğusunu gətirirdi. Bu hal onda deyəsən 2-3 ildir başlamışdı. Baxlumya seksual mənəvi heyranlığına o qızlardan deyil, qurdu bu zəhrimardan düşmüşdü. Altay düşündü, bəlkə bu arzudur, məni Lumiyaya evlənməyə qoymur. Bu nə arzudur ki, sevgi ağıldan başlayıb aşağı yayılmalıdır. Deyəsən Aristoteldə nəsə belə bir fikir vardı. Elə ləzzətlər var ki, düşüncələrdən, ideyalardan başlayır. Yəni, intellektual qaynağı olan ləzzətlər var. Bununla bağlı nə idi Aristotelin termini? Altay Yux teatrında Vaqif İbrahimoğlu'nun yanında bir tamaşada sonra getmiş söhbəti yadına saldım. Deyəsən, filosof Əli Abbasov Aristotelə bu fikrini söyləmişdi və Altayı maraqlandırdığı üçün indiyənəcən yadında qalmışdım. Əlini atıb çantasından noteboku çıxartdı. Google'da Aristotelin terminini axtarmaq istədi. Ancaq gördü ki, Wi-Fi işləmir. İnternetin pulu verilmədiyindən sonra baxaram düşündü. Fikirli olduğundan telefonda axtarmaq ağlına gəlmədi. Altayın planında yox idi bir stəkan gərəyini ödəmək üçün hansısa qabaqçı qız tanışına zəng vursun, ya bara gedib qız tutsun. İndi daha o dərəcədə yanıq deyildi. Lumudan sonra onun yerini tutacaq qız tapmaq isə çətin olacaqdı. Gözəl, səviyyəli və seksə görə ondan hədiyyə falan ummayan qız tapmaq asan deyildi. Qadınla yaxınlığa pul təmannası qatışanda seks qudsuz, ruhsuz bədən aktına çevrilir. Nə demişdim? Texnikada ruh olmur. Hərçənd ağıl və mənəviyyat pulu da ruh oyununa sala bilər. Altay özünün qadınlar üçün cazibəli olması haqqında aldanışda deyildi. Mən o qıza nə verə bilərdim ki, ərə getmək perspektivi olmadan mənim qoyduğum qrafikdə də yaşasın. Bəlkə biraz vurum. Altay bara baxdı, gözlədi ki, içində, yəni mədəsindən, boğazından yaxşı olar, siqnal gəlsin. Gəlmədim. Bəzi nəsnələrə belə siqnallar olanda əl atırdı. Məsələn, bir-iki siqaret çox maraqlı söhbətin şirin yerində çəkirdi. Qəhvənin yaxşı kofe reklamını görəndən sonra içirdi. Xaş kimi şeyləri də bəzi məqamlarda iştahı açılırdı. O düşünməyə davam etdi. Lumu məni yaman yerdə vurdu. Heç möhlət də vermədi. Adamı işdən çıxaranda normal şirkət 1-2 ay möhlət verir ki, iş tap. Bəlkə zəng vurum deyim Lumu, niyə əmək məcəlləsini pozursan? Deyəsən, seks fəlsəfəsini dəyişməli olacam. Azərbaycana, Gürcüstana gələn ekstremal turizm qızları ilə qısa Amur sərgüzəştlərini keçməliyim. Bunun da romantikası var. Bakıda da güman qismətimə ilgiz qızlar çıxacaq. Əslində 6 ay maraqlı, yerini ilgiz deməzdim. Onun danışığı rusca
Вообще уже просто по-моему sözləri ilə doluydu. Söhbətin böyük parçaları içində azəricə cümlələr olan rusca olurdu. İngiliscə alababat danışdığı üçün rusca bilməyən yabancılarla ayrı necə danışa bilərdi. Bəzən ingiliscə bilən Azərbaycanlı ilə söhbətini ingilis sentensiyaları ilə qatardım. Bu yazıda Altayın tanışığına ortaca Azərbaycan poeziyasındakı mülamma janrının dil alabəzəlliyinə oxşaması indiki ədəbi dil normalarını pozduğu üçün pis davranılardı. Ona görə də onun danışığını filtrdən keçirmək lazım gələrdi. 5 dostun ədəbsiz dünyası. Altayın 4 uşaqlıq dostu vardı. Biri İlham idi, yarı Gəncəli, yarı Naxçıvanlı, biri Nazim idi, Novxanlı, biri Toğrul idi, təmiz Bakılı, biri də Aqil idi, Şamaxılı. Altay əsgərliyi İlhamla, Toğrulla Qarabağ cəbhəsində keçirmişdi. Ölüm itim savaşlarına düşmədikləri üçün dostluqları müharibə sınağından keçməmişdim. O biri sınaqları isə gərək yox idi. Çünki Bakıda davalara da düşmüşdülər. Ağır olaylarda bir-birinin yanında olmuşdular. Bu oğlanlar bir yerdə olanda hər şeyi şəbədə qoşduqlarına bəzən heç nəyi müqəddəs saymayın sinikçilər kimi görünürdülər. Ancaq Milli Dostluq Kodeksinin pedantı idilər. Bunun səbəbi isə belə anladılar. Neyləyək, bu dostluqla özümüzü puğa salmışıq. Onlar bütünlüklə ədəbli, nəzakətli danışırdılar. Ancaq elə ki, yemək içməyə yığışırdılar, politkorrektliyi atıb vulqarlaşırdılar. Ədəbsiz konularla ağzı söyüşlü danışıqlı sanki anti-glamur qaba dünyada enerji alırdılar ki, nəzakətli dünyaya qaydanda bundan çox üzülməsinlər. Söyüşlərin ədəbsiz danışığında bu energetik sirrini çox mədəniyyətləri bilib istifadə edirdilər. Bunu Dədə Qorqud Oğuzları da bilirdi. Halbuki 20-ci yüzyıl Azərbaycan ədəbiyyatını onu bilmirmiş kimi ömrünü başa vurmuşdu. Dostların görünüşləri, yaxşı və yaraşıqlı oğlanlar kateqoriyasına düşə bilərdi. Bir yerdə 5-i də boy buxununa görə voleybol komandasının oyuncuları imiş kimi görünərdilər. Bakıda boy buxunlu 5 dosta çətin rast gəlmək olardı. Olanlar da bəlkə voleybol, basketbol komandalarının olardı. Oğlanların Altaydan başqa hamısı evli idi. Qadınlar da, uşaqlar da Altayı yaman istəyirdi. Onun bacı qardaşlarını və dostlarının arvadlarının bir ideya fiksi vardı. Necə bu gedəni evləndirmək? Dostlarının qadınları onun bacıları ilə telefonda bu konuda vaxtaşırı namizədliyi olan qızları çevir edirdilər. Doğmaq və seksual potensialların kimlərdən olmasını, Altaya yaraşmasını tərəzinin gözünə qoyurdular. Dostları üçünsə bu mövzu aktual deyildi. Çünki arvadlarından gizli qadınla görüşəndə gedib lumudan açarı alırdılar və Altayın yatağında ya divanda seks keyfini görürdülər. Keyf alınırdısa, Altay şəhərdə olanda ondan da açarı götürürdülər. Paltarlarına sarı qadın tükü düşəndə ya da paltarlarına bahalı ətri gələndə Altayın üstünə yıxırdılar. Oturmuşduq, qızla gəldi. Yanımda oturdu, üstümdəki ətri iyi bundandır. Bu oğlanlar multikultural Azərbaycan törəmələri idi. Aqilin ata-anası sünni idi. Özünün nə olmasını bilmirdi. Nazim tat kökənli idi. Ancaq güman edirdi ki, bəlkə də bizim nəsil Məhəmməd Əmin kimi türk kökənlidir. O biriləri şiə və türk kökənli idilər. 5-6 il bundan qabaq onların bir-birinə dolamasından kiminsə sünniliyi ya şiəliyi bəhanə olurdu. Bunda bezəndə keçərdilər türkçülük ya tatlıq, talışlıq motivlərinə. Son vaxtlar isə əsas hədəfləri bir-birini seksual potensialı olmuşdu. Onların bir-birinə məhrəmliyi əndazədən çıxmışdı. Birində seksual problem yarananda hamısını car çəkirdi. Bilə-bilə ki, onu dolayacaqlar. Görünür, bu şən yaşamağın oyun qaydalarından gəlirdi. Hətta beləncə şənliklərinə hərdən avradlar da qoşulurdu. Altay Vaqif və İbramoğlu'dan Baxtının karnaval estetikası haqqında ideyalarını götürmüşdü. Dostlarına və onların qadınlarına başa salmışdı ki, tərbiyəsiz görünən zarafatlar, groteks bədənlə, yəni bədənin aşağı orqanları ilə zarafatlar, söyüşlər karnaval estetikasından gəlir. Karnaval dünyasında yuxarı ilə, məsələn, padşahla ata ilə, bəzən tanrı ilə aşağıda duranlar arasında tutalım təlxə ilə qanmaz kişi ilə şeytanla yer dəyişmə baş verir. Bu ona görə olur ki, yuxarı ilə bağlı boyatmış duyğular istiləşsin. Sözsüz belə zarafatlara hər adamı buraxmaq olmazdı. Bu zarafatlara haqqı ağılla, elitar mədəniyyətlə qazanmaq olar. Ağacı kəsəndə təzə pöhrələr verir. Onun üçün də bəzən diriltmək üçün öldürmək gərək. Bunu söyləyəndə İlham yada salmışdı ki, aldanmış kəvakibdə yəhərci Yusif də elə yuxarı ilə yerini dəyişir,
Bütün Bekatşi lətifələri İslamla, Allahla bağlı karnaval estetikasının prinsipində gülüşürlər yapar. Bundan sonra dostlar onların arvadları da yerinə düşəndə çobud, seksual söyüşlü grotek zarafatları kültür jestlər kimi qavrayırdılar. Ataları, bacı qardaşları bu dostların arvadları qarışıq qəribə zarafatlara şitliyi sayıb onları danlayırdılarsa da təsir olmurdu. Kiminsə zarafatı uğursuz, istedadsız olanda isə tezcə onu bağışlayırdılar. Beləcə Altayın İbrahimoğlu'ndan onun bəxtindən aldığı ideya abırsız dolamaları abra mindirmişdi. Yəni, kulturolojiləşdirmişdi. Ancaq bu məsələdə bir qəribəlik vardı. Altay dostları isə abırsız qaba zarafatları kulturoloji dona salsa da, özü karnaval estetikasında olan zarafatlarda az iştirak edirdi. O biri dostların gəzəyən qızlarla 18-19 yaşlarında qrup seksi olsa da, Altay onlara qoşulmamışdı. Bir dəfədən başqa. Dostların qadınlarının hamısı Naziminkindən başqa rusca oxumuşdu. Ancaq uşaqların hamısı Azərica oxuyurdu. Dostlar illikcə bu qərara gəlmişdilər. Qadınlar isə razı olmalı olmuşdular. Ailələrdə sözsüz konfliktlər olurdu. Dostlar qadınlardan əsasən ona görə narazı idilər ki, yaşamağa qoymurlar. Qadınlar isə ərlərindən ona görə narazı olurdular ki, ata-anamızı, bacı qardaşımızı saymırlar. Pul üstündə davaları az olurdu. Çünki hamısı pis yaxşı qazanırdı. Arşın mal olanda gimnazist bəylər dairəsi yerdə qalan cəmaatdan necə seçilirdisə, bu dostlar da ayda 500-600 manat alan Azərbaycan kasıb çoxluğundan elə seçilirdi. Onlar bütçə pulu almırdılar ki, məmurlar təbəqəsinin ikiyüzlülüyündən bu və ya başqa dərəcədə şəxsiyyətsizləşmiş, simpatiya doğurmayan adamlara çevrilsinlər. Bir neçə dəfə dostlardan kimsə arvadından ayrılmaq istəyəndə hamısı üstünə düşüb qoymamışdılar. Ona görə də qadınlar ərlərinə, dostlarına qısqanmırdılar. Altay mobili götürüb Nazimə zəng vurdu. Telefonu məşğul idi. Gözləməyib İlhama zəng vurdu. Necəsən? Gəlmişəm. 10-15 gün burada olacam. Sonra Baliyə gedəcəm. Tsunamiyə düşsəm, heyfslənməyəcəm. Lumu məni atdı. Sabah 5-də qalxoza yığışırıq. Ağşəhərdə dərddən bərk içmək istəyirəm. Uşaqları özündür. İlham nəsə soruşurdu, nəyisə dəqiqləşdirmək istəyirdi. Altay, mən getdim çinməyə deyib mobili qapatdım. Altaygilin qalxozu. Altay onların ayda bir dəfə yığışdıqları yemək-içmək məclisinə ad verəndə yumorun duzunu artırmaq üçün kolxoz yox, kənd adamları kimi kolxoz demişdi. Burada ciddi konulardan söhbət zamandan asılı olaraq bəzən artırdı, bəzən sıfıra inirdi. Siyasət və iqtisadiyyatla bağlı bilgiləndirmə işi İlhamın üstünə düşürdü. Altay dünyanın qəribə ölkələrin qəribəliklərindən, eksotik uluslardan, etnografik əzzabiliklərdən danışardı. Ondan başqa bu uşaqların hamısı millətçi idi. Bu səbəbdən Altay kosmopolit genişlikdə dünyanın hər yerini götürüb, Azərbaycanı 1000 yerdən biri kimi sıraviləşdirəndə hərəsi bir yerdən onu sancırdı. Altayın Nietzsche'dən gətirdiyi sitat vardı. Tez-tez səsləndirirdi. Mövzu qıtlıqdan o qədər dost bir-birinin sirrini satıb ki, indi bu dostlar da nə axmaq hərəkətlər olurdusa, bunu bəzəyib kədərli etiraf kimi deyirdilər ki, onları ələ salmağa material olsun. Aralarında bircə arvadları ilə bağlı seksual məsələlərdən zarafat yasaq idi. Ancaq kiminsə arvadının sözü ilə oturub durması, arvadının qısqanclığından qorxması, qaynatası və qaynanası ilə bağlı qalmaqallı gülüşmək üçün bəhanə ola bilərdi. Arvadları ucundan qulağından bu söhbətləri bilirdilər. Amma niyə ucundan qulağından? Bəzən evlərdəki ad günlərində bu səhnələr qadınların qarşısında oynanılırdı və arvadlar hərə öz istedadı səviyyəsində belə zarafatlarda iştirak edirdi. Bəzən də olurdu ki, qalxoz meditasiya prinsipində sakit, düşüncəli keçirdi. Ağşəhərə birinci Altay gəldi. Orada onlara kabinet ayırmışdılar. Keçib oturdu, telefonda Facebooka baxmağa başladı. Sonra yadına Aristotelin fikrini salıb oradan çıxdı. Google'da onun adını yazdı və Wikipedia'da oxudu. Ağlın törətdiyi ləzzətə Yunan daisi neotik ləzzət demişdi. Altayın Facebook dostluğunda dünyanın 100 yerindən oğlanlı qızlı adamlar vardı. Rusca, ingiliscə olan postlar və kommentlər Azəricədən çox idi. Tez-tez də Hikmət Hacızadənin postu gəlirdi. Wake up Democrats. Niyə bu Hikmət bəy çağırışını ingiliscə edir? Çağırışı bizim üçündürsə, Amerikanlar üçün deyilsə. Qapıdan dostlarını gördüm. Dördü də az qalıb bir-birinin üstündə içəri tökülüşdü. İçəri 3-4 dəqiqə qabaq başladıqları söhbətlərin davamı ilə girdilər. Toğrul Qasımı söyə-söyə Altayın yanına oturdu.
Bu əclaf utanmaz mənə sual, salam da verir. Toğrul cərrah idi. Yaxşı həkim kimi ad çıxarmışdı. Ancaq cırtqoz, dalaşqan oğlan idi. Bunu klinikada bildikləri üçün ondan hamı azda çəkinirdi. Qasım Məmmədov onların məhəllə uşağı idi. Prokuraturada işləyirdi. QHT-lərə hücum kampaniyası olanda cirdirmə dərmanları faş edən yalan diktatoru İctimai Birliyinin sədrini Toğrulun dostu idi. Çağrı vergi cinayəti ilə hədələyib 12.000 manat rüşvət almışdı. Toğrul ona demişdi, eləmə bunu. Elədiyi üçün Toğruldan sillə yemişdi. O da hirsindən buna görə Toğrulu tutturmuşdu. Biraz saxlatdırandan sonra buraxdırmışdı. Toğrul isə onun nəslini söyüb çıxıb getmişdi. İndi küçədə rastlaşanda onun arsız-arsız salam verməsindən qızışmışdı. Toğrul deyinəndə uşaqlar onu fitilləyib daha da qızışdırdılar. Yenə Qasımı söydü. Söyüşünün son heycası qurtaran kimi Altaydan sənə nə olub? Soruşdu. Lumu yenə Aynur oldu. Yaxşı eləyir, bəs ərə getməsin. 5-6 ildən sonra ərə getmək üçün plastik operasiya edib üzünü çəkməlidir. Əməklərini dikəltməlidir. Neynəsin? Altay. 20 ildən sonra. Toğrul. Yuvarlaqlaşdırıb deyirəm 5-6 il sonra. Yaxşı eləyir. Sən ona evlənən uğraş deyilsin axı. Nə qədər dağa daşa dırmaşmaq olar. Bir dəfə yıxılıb belini sındırasın. Şikəst arabasında gedəcəksən, o kinodakı kimi. Qardaşların bazılarını da bezəcəklər pulla sənə qarşıq tutan tutub, hərəsi öz evinə çəkiləcək ki, biz bacardığımızı elədik. Şumaxer bütün ailəsini pula tutub. Onun üçün komanda indidə yanında durur. Sən isə birdən Altayı qucaqlayıb yanağından öpdün. Zarafat edirəm, səni sevirəm. Yaxşı ki, subaysan. Evini bazlıq koması eləyirik. Mən xəstəxanada da bazlıq edə bilərəm. Digər, sənin evində sənin sarpayında kayf çoxdur. Ancaq 2-3 ilə evlənməlisən. Bu evi saxlayıb başqasını alarsan. Çünki evlənəndən sonra sənə də bazlıq yeri lazım olacaq. Toğrul elə nöqtə vergülsüz partapart danışmasına davam edirdi ki, motal pendirindən dürmək düzəldi və bu zaman pendirin pis iyini sinəsinə çəkən İlham ortaya yeni konu atdı. Biz impotent olanda nə qədər problemdən canımız qurtaracaq, nə qədər təzə problemə düşəcək. Arvadlarımız sevinəcək ki, evdə oturacaq. Uşaqlar sevinəcək ki, daha deməyəcəklər, atan filan qızla maşında gördük. Qızlar dilxor olacaq ki, daha hərfləyib bizi sağa bilməyəcəklər. Bunlar aradan çıxan problemlərdir. Bəs nə problemlər gələcək? Qeyləşmə təhlükəsi var, cərrah. Nazim soruşdu. Olmamalıdır. Ancaq Allah bilir, insan daha biseksualdır. Bir də gördün kişinin qadın komponenti həyasızlıq etdi. Toğrul öz-özünə danışırmış kimi dedi. Altay ofisianta sifarişləri verdi. Hinduşka kebabı, qaban kebabı, ofisiant İsmaişi yazıb getdi. Altay. Mən bu gün dərddən içəcəm. Çox içəcəm. Çox yeyəcəm. Yaxşı dəm olsam, bardan bara gedəcəm. Arvad ağızlar, hamımız mənimlə bu yola çıxacaqsınızmı? Yoxsa arvadlarınız vaxt qoyub? Kimsə də vaxt qoyub, ancaq qələt eləyir. Altay. Yalandan kişilənməyin. Mən Koroğlunun epik iştahı ilə qazan-qazan plov yeyib, tuluq-tuluq çaxır içəcəm. Kebablar gələrincən Altay çapar ritmini götürüb, hamıya 2-3 qədəh araq içdirdim. İlhamın nə olub, hara tələsirsən sözlərini heç fikir də vermədi. Uşaqlar bilirdilər ki, Altay tez-tez özü də çox içən deyil. Qolxozdan ən az içən o idi. Hətta ekstremal səfərlərə çıxanda belə dağ havası onda içmək həvəsi yaratmırdı. Altay öncədən bilirdi ki, dağda, meşədə, soyuqda, şaxtada içki həvəsi çox yoluxucu olur. Ona təslim olsan, axırda alkoqolik olarsan. Ona görə bunu özünə yasaq etmişdi. Ancaq qolxozda azca içirdi. İndi belə çox içməsindən dostları bir-birinə baxıb gözləri ilə soraqlaşdılar. Deyəsən, məsələ ciddidir. İlham Lomunun timsalında qadın cinsinə qəzəb üslubunda sözlər aydırmağa başladı ki, dostunu güya ovundursun. Altay əliyini yelləyib onun sözünü kəsdi. Sən məni nə sayırsan? Gerisini rusca dedi. Lomu mənim aydınlaşıb, rahatlıq tapmış psixolojima tiktoknik dəbərtilər saldı. Onun üçün də indi biraz psixolojimi dağıtmalıyam ki, sonra təzədən sahmana salım. Mən şair ha deyiləm, psixoloji sarsıntılar rejimində yaşamaq xeyrim olsun ki, yaxşı şeir yazam. Toğrul. 1000 dəfə demişəm, yenə deyim. Kişilərdə bu Rasputin mifindən gələn mistik gücü olan fallos yoxdur. Qadınlar elə kişilər də seksual planda ən əjdaha partnyor da öyrəşirlər və sekslər rutin girib çıxmağa, buraxıb qaytarmağa çevrilir. Sən Altay, nə qədər qadına maraqlı olsan da, kişi kimi cazibən əvvəl-axır sönməlidir. Yalnız evli olanda bu sönmüş cazibə
Yeni impulslar alır. Qız nə eləsin ki, 10 gün, 1 ay yox çıxırsan və şərt qoyursan ki, başqası ilə yatma, sevişmə. Sən də matah şeysən ki, qız bu cəfaya dözsün. İndiki səyahətbazlıq yolunu tutmusan, qadınlarla bağlı öz psixolojini sürprizlərə hazırla. İç yine, bu gün çox iç, ancaq dalaşıb bizi poxa salma. Özünü sala bilərsən. Dünən salmışam, binaya girəndə ayağım it poğuna batdı. İndi ayaqqabını təmizləyir, başqasını geymişim. Toğrul masanın altına doğru sağa əyilib onun ayaqqabısına baxdı. Altayın isə Toğrulun sözləri arasında gözü qarşısına Lumunu Qudauriyə alt dağlarını necə aparması gəldi. Oralarda xizər sürməyi, qıza öyrətdiyi səhnələr görüntüləşdi. O yardımlı meşələrində bir ay tərsinə yaşayanda Lumunu görüşmək üçün Toğrul yanına gətirmişdi. Qızı meşənin içində tikdiyi çöməyə aparıb 2 gün yanında saxlamışdı. Qaranlıq meşədə gecələmək, Altay yanında olsa da Lumunu elə vahiməyə salmışdı ki, çox qala bilməmişdi. Ancaq hər halda Altayın meşədəki ekstremal qıcıqlarla dolu dünyasını dadıb ləzzətini də, qorxusunu da öz canında duymuşdu. Oğlan Lumunu Toğrula təhvil verəndə, o isə mehmanxanada qalıb, gündüzlər yardımlı həkimlərinə trening keçirirdi. Lumu meşədə çıxmağa bərk sevinmişdi. Altay sayağa yaşamağa gücü çatmadığı üçün biraz utanmışdı. Nə qədər ərköyün qız olsa da elə utanmışdı. Elə bil əskər idi. Dava yerində dostunu tək qoyub qaçmışdı. Altay Lumunu meşədə təmizkar olmaq cəhdini, dəqiqədə bir çim çəkməsini dolayırdı ki, qızın gərginliyi geçsin. Ona görə demək olmazdı ki, Lumu ilə ilişkilərin arxasında əda dururdu. Mənimlə seks ilə dəhşətdir ki, sən mənim əsir yesirim olmalısan. Lumuya ilginc olmaq üçün Altay filmlərdən götürdüyü, özünün icad etdiyi türlü hoqqalar yapırdı ki, bu yerdə, bir yerdə olan vaxtları Dangdung olmasın. Dangdung onun darıxdırıcı baş şiirələməni bildirmək üçün istədiyi məcaz idi. İki səs bir-birini əvəz edir, yəni heç nə baş vermir. Oğlanın başından keçən bu görüntülər Toğrula cavab üçün arqument verdi. Mən axı Lumunu heç vaxt görmədiyi aləmə də götürmüşəm. İlham qayıtdı ki, qulaq as, sənin bir stəkanın yumoru olsa da, seks edək sözünün abura asılsa da, dəfən deyəndə özünə hörmət edən qadını hirsləndirər. Riyasız bolşevikaların bir stəkanın mənası o idi ki, seks susayanda bir stəkan su içmək kimi şeydir. Kommunizmə doğru gedən zaman susayanda dayanırsan, yanında kim varsa uzun olsun, gödək olsun, çərənci olsun, dinməz olsun, qəşəng olsun, kifir olsun, tələmtələsik seks yapıb sonra durub üst başını çırpıb yola davam edirsən. İlhamın dediyini gerisini Nazim çəkib apardı. Bir stəkan su anonizm kimi bir şeydir. Bizdə anonizmə kəfləmə deyirlər. Aqil hissləndi ki, yenə başlayarsa murdar şeylərdən danışmağa. Nazim isə onun dediyinə fikir vermək, düşüncəli davam etdi. Doğrudan, haradandır bu söz? Bəlkə kefdəndir. Sən qıza bunu deyəndə ağıllıdırsa, düşünə bilər ki, nədir, mən sənə bəhs eləmirəm ki, məndən anonizm kefi almaq istəyirsən. İlham buna öz etimoloji yozumunu verdi. Kef gəlmək sözü də var. Axı yəqin o kefləmədən sonra yaranıb. Qabaqca kef çəkmək mənasında kefləmək olub. Sonra ahəng qanunu onu kefləməyə çevirib. Sonra kefləmə öz seksual ehtiyacına kef gəlmə mənasını alıb. Deməli, kef gerçək olan nəsə yalancı girdirmə, keflə aldatmaqdır. Toğrul Nizaminin dedikləri üstünə heç kimə üz tutmadan öz havasını oxudu. Niyə qadınlar seksə razı olmasına vermək deyirlər? Çünki o icazə verir. Nazim, Ruslar dat, davat deyirlər. Bu sənin nəzəriyə uyğun gəlmir. Niyə? Ruslarda dat, razrešeniya var. Deməli, Rus qızı da icazə verməlidir. Axı normal seks olsa, yəni rezinsiz, zadsız, nəticədə hamiləlik olanda qadın orqanizmində dəhşətli dəyişmələr baş verir. Ona görə o icazə verməlidir. Eşya boyda adamlarıq. Digər hələ də qadın deyəndə bu dediklərim yada düşmür. Ağlımızda yalnız bir şey olur. Necə onu götürmək? Bibliya demişkən, onu dərk etmək. Altay qabaqca öz qədəhini, sonra dostlarının qədəhlərini doldura-doldura sağlığa başladım. Ona görə neçə ildir sizə deyirəm. Qadına seks oyuncaq kimi baxmayın. Hətta o özünü elə baxsa da. Marketingdə bir nəzəriyyə var. Qabaqlar tavarı brend çəkimli edirdi. İndi yeni dönəm gəlir. Adamlar daha brend görməmişi deyirlər. Ona görə də əfsanəsi olan, ilginc əhvalatı olan tavarların bənd olurlar. İlham. Tələbəliyimdə Moskvada bir qızım vardı. Fransuaza üzdən yaraşıqlı idi. Ancaq oğlan oxşardı. Toğrula baxdı, kopya bunu oxşayırdı. Hamı pıqqıldadı. İlham gözləyib davam etdi.
Mən aktiv gey olsaydım, siz isə bilirsiniz, deyiləm. Heç passivi də deyiləm. Aktiv olsaydım, Fransuazadan oğlana oxşadığı üçün ləzzət alardım. Mən isə ona görə ləzzət almırdım. Ona görə alırdım ki, fransız millətin, mədəniyyətinin aurası vardı üstündə. Mən onunla seks yapanda sanki Fransa ilə seks yapırdım. Doğru. Sanki Madame Pompadour'la, Simone de Beauvoir'la seks yapırdım. Altay. Sanki Jeanne d'Arc'la yapırdım. Mən elə bunu demək istəyirəm. Əfsanəsi, legendası olan qızlarla yaxınlıq edin. Arvadınızın da legendasını unutmayın. Yoxsa ayıbdır. Zinanı, bu əzlaf günahı, xanımını, uşaqlarına xəyanət etmək günahını etməlisənsə, çətinliklə et. Elə qızla et ki, seks shopdan alınma oyuncaq kimi olmasın. Qızların bu əfsanələrin çoxu isə Hollywoodun Avropadan, biraz da Çindən, Hindistandan gəlir. Azərbaycan seks estetikasında bir çox ləzzətli şey dörd yandan götürür. İlham, sən tam Azərbaycanlılıqda qapansaydın, qadına seksdən qabaq qara corab geyindirərdin. Bu haradan gəlib? Qərbin erotik filmlərindən. Geyşalardan sonra bilmişik ki, qızla inci mətləblərdən söhbət ləzzətdir. Seks olmasa da ləzzətdir. Salvador Dali'nin arvadı Qala, Cüman 70 yaşında gözəl olmasa da cavan oğlanları Niyazi Mehdi demişkən, sementikasına görə dadlı idi. Yəqin Allah Pugaçova da Maksim əfsanəsinə görə dadlıdır. Mən buna görə sizin kimi axmaq millətçi deyiləm. Milli darısqallığa qapanmaq istəmirəm. Avropanın, Asiyanın görməmişi deyiləm. Ancaq onlardan alımlarla dolduğum üçün onlarla bağlı insaflı olmaq istəyirəm. Ona görə kosmopolitəm. Bütün dünyanın millətçisiyəm. İçək əfsanəvi qadınların sağlığına, içək o sağlığa ki, özümüz də əfsanəvi olaq. Altay bu ideyaları öncəki kolxozlarda başqa sözlərlə dəfən-dəfən söylədiyindən heç kim ağzını açıb qulaq asmırdı. Onun sağlıq aydırmalarında isə bu kontrapunkt dönüşləri həmişə vardı. Bu səbəbdən öz kosmopolitenliyindən danışanda birdən mövzunu buraxıb qadınların sağlığına keçməsi məzmunu yeni olsa da Altayın tipi sağlıq texnikasının kontrapunkt yaratmaq texnikasının yeni variantı idi. Kebablar gələndə təbii şəkildə məclisin qanusu dəyişdi. Altay qaban kebabından bir tikən götürüb gözünün qabağında saxladı. Bütün Bakı bu donuz ətinə qaban deyir. Elə bir adını dəyişirsənsə, qəbahət də yox olur. Nəsnələr və sözlər haqqında bir-iki kitab var. İlham. Məsələn, Michel Foucault'un kitabı var. Aqil bu kitabı oxumamışdı, ancaq məzə üçün çox bilmişlik etdi. Orada donuzdan heç nə yoxdur. Altay bu haşiyələrə fikir vermədən davam etdi. Bəyəm adını dəyişməklə nəsnən mahiyyəti dəyişir, mahiyyət dəyişirdi. Biz magiya dünyasında yaşasaydıq, ağlımız arxaik dumanda olsaydı, biz yeni dünyanın adamlarıyıq. Biz yeni Azərbaycanlıyıq. Nazim. Yo, mən yeni müsavatçıyam. Altay. Hansındansan? Hafiz Hacıyevin, yoxsa Rauf Arifoğlu'nun? Nazimin bu sualı tutub məzəyə çevirməyə həvəsi qalmadığından sözünü yarımçıq saxladı. Qolxoza qızlar gəldi. Kabinetin qapısını döydülər. Gəl sözünü 2-3 nəfər xorla dedi. Qapı açıldı və pillələrlə içəri kabluqdan uzun görünən qadın ayaqları düşdü. Cüdəy donlar, incə bellər və altdan qoyulmuş materialla dikəlmiş döşlər hamını həyəcanlandırdı. İki qızın arxasınca danışığını kəsmədən 100 ilin tanışı gəldi. O bəlkədən Bakı News saytının redaktoru Etibar Dəmirqaya idi. Dostlarının sırasında olmasa da onların çoxu ilə ərkyanı ilişkisi vardı. 200 dəfə kolxozda olmuşdum. Qızlar saytın işçiləri idi. Dünya gözəlləri deyildilər, ancaq hərəsinin öz yaraşığı vardı. Qələm əhli olduqları üçün kişilər dünyasında olub zarafatlara qoşulmaq, içki məclisində olmaq onlar üçün psixoloji problem deyildi. İndiyənəcən 2 dəfə kolxozda olduqları üçün burada öyrəncəli idilər. Etibar Nazı adlanan qızı o birisindən daha yaraşıqlı olanı stul qoydurub Toğrul Altayın arasında oturtdu. Oturdan kimi də qızın çiynini qoxulayıb dedi. Altay bax, gör hansı ətirdir. Chanel nömrə 5-dir. Altay baş çıxarmadan hər halda Krasnaya Moskva deyil. Ətir məsələsi gələndə atasından işitdiyi söhbət yadına düşdüyü üçün belə dedi. Atası isə qoxulan şərtliyini ona başa salmaq üçün söyləmişdi. Mənim balam, 40-cı illərdə Sovetlərdə Krasnaya Moskva ən dadlı ətir idi. Zaman keçdi, dükanlara fransız ətirləri gəldi. 50-60 yaşında arvadlar isə Krasnaya Moskva vurmağı tərk etmədilər. Ona görə də hansı qızsa o ətiri vuranda elə bilirdim ki, qarşımdakı qarıdır. Altay düşündü ki, atasından qalma bu xatirə qızlar üçün ilginc konu verə bilər. Onun üçün də həmin əhvalatı danışdı.
Qızlar məclisin maraqlı ola biləcəyindən xeyli sevindilər. Yoxsa yenə kampaniya xətrinə, həm də bu dostlar jurnalist yazar əhli arasında maraqlı qəşəng oğlanlar brendində göründüklərində etibarın qabağına düşüb kabinetə girsələr də bizə maraqlı olacaqmı sualının narahatlığı ürəklərində qalmışdı. Toğrul Altaya: "Sənə atan iyilərin şərtliliyi haqqında dediyim mən ilhamdan görürəm. Həmişə saqqız çeynəyir. Saqqızların iyi prezervativ ətrini oxşadığı üçün elə bilirəm prezervativ çeynəyir. Doğrudan niyə bu qədər saqqız çeynəyirsən? İçib maşın sürəndə bilmək olur niyə? Qızla öpüşməyi planlaşdıranda bilmək olur niyə? Və məndən görüşəndə niyə?" İlham sanki sualı eşitməyib düşüncəli dedi. Doğrudan, digər ictimai tualetlərdə pisi öldürmək üçün Azərbaycanda Chanel qoxusunu verən tozlardan istifadə edilsəydi, Chanel ətirlənmiş dünya gözəlini görəndə adam tualetə girirmiş kimi özünü duyardı. Zaxod adı adi rus sözüdür. Kəndlərdə tualetə zaxod deyildiyi üçün söz bizdə murdarxana anlamına tutulub iyi verir. Altay: "Niyə bizim qızlar indi restoranda oturanda gedib tualetə dəyim deyə bilirlər? Qabaqlarsa deməzlər. Doğrudan tualetə getmək istəmirsiniz?" Hamı pıqqıldadı. Nazı isə yox. Təklifinə görə sağ ol dedi. Nədir, mən tualetə aparmaq istəyirsən? Pıqqıltı zingiltili gülüşə çevrildi. Nazı da xoşlandı ki, zarafat yarışanda qızların adından klas göstərə bildim. Altay özünü gülməkdən saxlaya bilməyib davam etdi. İndi tualetlər Avropa standartında olduğu üçün qızlar adını çəkirlər. Atam deyərdi ki, bizim vaxtımızda tualet hər yerdə murdarxana olurdu. Ona görə qadınlar restoranda filanda kişilərin yanında tualetə gedin demirdi. Demirdi ki, kişilərin gözün qabağına gələcək, o necə bu murdarxanaya girir. Nazim: "Ona görə Hollywood filmlərdə qız kişilərin yanında açıq-saçıq qoy tualetə gedim deyəndə bizim tamaşaçılar o qızın yerini utanır." Ofisiant: "Bir şey lazımdır?" soruşmaq üçün qapını açdı. 1-2 aydır Ağşəhərdə işləyirdi. Hələ qulluq etməkdən bezməmişdim. Bilirdi ki, çaypulu məsələsində bu oğlanlar semizlik etməyəcək. Buradakı adamlar və onların məclisi oğlana əlçatmaz dünya kimi görünürdü. Masa arxasında oturanlardan yaraşıq, sinisiodinin əyrisinə qədər adamdan adama qalxıb ensə də maraqsız öz səviyyəsinə düşmürdü. Qızlar da isə gözəllik zirvəsinə qalxmasa da yaraşıq səviyyəsində enib qalxmada davam edir. O gənc idi və həsrətlə düşünürdü, nə zaman mən də bunlar kimi pul dərdini çəkməyəcəm. Belə qızlarla oturub duracam. Eşitdiyi qırıq-quruqdan bilinən düşüncələri anlamırdı. Ancaq bilirdi ki, Ağşəhərin müştəriləri adətən qeybət qırır. Pulun dəyərdən düşməsindən, nazirlərin əslaflığından, ermənilərin alçaqlığından, Qarabağın unudulmasından şikayət edirlər. Ofisiantlar da gömrük işçilər kimi adam tanımağı vardı. Oğlan sezirdi ki, buradakı qızlar fahişə deyil. 6 ay deyilən oğlan yerdə qalan oğlanlara baxanda biraz öndədir. Onu dolamağa icazələri olsa belə hamısının ən istəklisi odur. Ofisiant sualına çox sağ ol, hələ ki lazım deyil cavabını aldı getdi. Bu oğlanlar bir də ona görə xoşuna gəlirdi ki, hansı qulluğu edirdisə sağ ol eşidirdi. Başqa müştərilərin çoxu isə adama sağ ol deməyə ərinirdi və qalmırdı ki, bu quru sağ ol ofisiant mənliyi üçün nə qədər vacibdir. 6 ay kabinetdən çıxan ofisianta zəhmət olmasa qapını biraz açıq qoy, siqaret tüstüsü geçsin deyəndən sonra barmağı ilə qızları dostlarını göstərdi. Bunlar həddən çox sterildir. Şəhər həyatı, işlədikləri yerlərin sanitar təmizliyi, onların dünyanın pisliklərini yadırğadıb. Toğrul sözünü kəsdi. Niyə? Diş həkimləri xəstənin qusmağını öyrəşir, tibb qardaşları ağır xəstənin poxunu öyrəşir, cərrahlar da yaraxoranın irinə, iyinə. Altay Toğrulun haşiyəsinə məhəl qoymadı. Mən dağda daşdakı illər deyirəm. Çiçəklərin, otun təzəyin yaxşı iyi olur. Ancaq meşədə dağda yürüyüş edəndə yanında gedən qızların, oğlanların min iyini duymalı olursan. Almaniyalı qızlar yanında yer buraxanda onun da iyini bilmiş olursan. İlham açıqlama verdi. Toğrul isə əlavə etdi. Adam havanı qarnında saxlamayıb tez-tez buraxanda iyili olmur. Səsi dişsindirsə də almanlar havanı qarınlarında saxlamır ki, iyi olmasın. Doğrudan sən bilərsən. Sual məclisdəki qızları qızartdı və güldürdü. Altay, mehribançılıq olanda mane olmaz. Qardaş bacın yanında bəyəm hava buraxanda səni iyrəndirir. Altay qızlara baxdı. Ümid edirəm ki, ürəyinizdə demirsiniz. Nə axmaq oğlanlardır bunlar. Biz əslində kulturoloji söhbət edirik. Ona görə edirik ki, etməsə bu məclis dözülməz olar. Nə qədər basıb yemək məclisində yaşamaq olar. Nə qədər heyvan kimi yemək olar.
Amma kulturologiya da bizi tam qurtarmır. 20-25 ildir ki, ayda bir dəfə, 2 dəfə toylar olanda hətta bir-birimizin sifətini görüb zorla bir-birimizə dözürük. Nə qədər bunun doğruluğu göstərdi. Sifətinə baxıb hirslənəndən sonra özünə ürək dirək vermək olar ki, əvəzində ürəyi qızıldır. Nazım, 2 dəfə sizin kolğaza oturmuşuq. Ancaq bir-birinizlə darıxana oxşamırsınız. Altay. Darıxmamızı ürəyimizin dərininə qovmaq üçün əlləşirik, ona görə. Məclisdə qızlar olanda isə özümüzü xoruz kimi göstərmək üçün oynamağa başlayırıq. Beləcə artist kayf alırıq. Ancaq əsl söhbət ləzzət verir, 2 nəfər bir-birini fəth etmək üçün ağıllı, parlaq fikirlər söyləyəndə. Mən bunları nə ilə fəth edə bilərəm? Bilirəm ki, nə maraqlı fikirlərimiz olubsa, 1000 dəfə demişik, nə qədər seksdən, qoxulardan, Azərbaycan danışmaq olar. Nazim, yaxşı, bu dediklərini sağlığa çevir. Nazim onların bir-bir tez-tez dediyi şeyi təkrar etdi. Adətən yemək-içməkdə kimi uzun-uzadı danışırdısa, yerdən səs gəlirdi. İndi dediyini sağlığa çevir. Altay necə çevirəcəyini çətinliyindən duruxdu. Bir an sonra isə gözləri parıldadı. İndi bizi bir-birimizə bağlayan düşüncə filanla valih etmək deyil, onun illərin aramızdakı kimyasıdır. İlham qızları başa salmaq istədi. Yəni qanımızın istisindən bir-birinin gözünə axan dalğalar çiyin-çiyinə duranda bir-birimizin iyi, istisi, hamısı bədəndəki kimyəvi reaksiyalardan başlayır. Deməli, bizi bir-birimizə bağlayan bir-birimizin kimyasıdır. Etibar bu söhbətdən riqqətə gəldim. Onun üçün sizi çox istəyirəm. Mən də sizin kimi ağıllıyam. Ancaq kolğozumuza daimi üzv eləmirsiniz ki, kimyamdan təsirlənəsiniz. Sayt üçün yaxşı material. Naziyə baxdı. Bəlkə materialı sən hazırlayasan. Göz vurdu. Altay görüşməyə də bəhanən olar. Azərbaycanda hamı bir-biri ilə söhbət həsrətindədir. Ruslar buna tusovka deyirlər. Altay. İngilislər party ya da crowd tonight deyirlər. Etibar davam etdi. Adam axmaqdırsa, söhbətdən təhkərçılığa görə bezəndə belə mırt vurmağa davam edir. Ağıllıdırsa, əzab çəkir ki, daha sonra daha söhbət eləməyə bir şey qalmadı. Niyə çıxıb getmirəm? Sən məqalə yaz və göstər ki, bir-birinin söhbətlə başını qatmaq elə də yaxşı iş deyil. Əgər ilişkilərində kimya varsa. Qızlardan o birisi dedi. Bir dəfə Əlibəy Mirzə Cəlilin yanına gəlir, oturub susurlar. Əlibəy durub gedəndə Mirzə Cəlil soruşur. Bir daha can gələcəksiniz. Ay sağ ol. Bunu Etibar dedim. Nazı düşündü ki, bu Altayın kimyası onu başlayıb tutmağa, profildən qartal baxışlı görünməsi həmin kimyanı tünd, istimayilə reaksiyasına çevirirdi. Nazı da bu oğlana tabi olmaq, dediyini etmək zəifliyi yaradırdı. Zəifliyi isə qıza şampanın təsiri kimi xoş gəlirdi. Nazı başlamışdı baxışları ilə ona mənalı soraqlar göndərməyə. Altaya baxırdı və Altayın əlini onu necə soyundurması səhnəsinin kəsik küsüyünü yaşayırdı. Nazı heç pivə də içən deyildi. Ancaq elə bil yavaş-yavaş Coca-Cola'dan dəmlənirdi. Görürdü ki, oğlanlar deyib gülə-gülə, vura-vura hamısı dəmlənir. Tez-tez Altay nəsə deyirdi ki, üzünü çevirib ona baxsın və Nazının mənalı baxışlarını utsun. Altayın çox içməsi xoşuna gəlməsə də Nazı da ümid yaradırdı. Öncəki kolxozlarda Altay baş çıxarmamışdı. Qız bilirdi ki, səsi söhbəti bədəni davranışı kişilərin xoşuna gəlir. O müxalifətlərdən, iqtidar yetkililərdən, biznesmenlərdən, yabancı ölkələrin elçilərindən tez-tez müsahibə götürürdü. Bir neçə qalmaqallı yazılardan sonra tanındığında və eləcə də yaraşıqlı olduğundan hamı həvəslə ona müsahibə verirdi. Şarmından istifadə edib, yaxın və yaxşı saydığı jurnalistlərin problemlərini onların köməyi ilə çözürdü. İqtidar adamları bilirdi ki, bu qız özünə az, başqalarına çox kömək edəndir. Ona görə sözünü yerə salmırdılar. Bəzi biznesmenlər hərdən qızla intim ilişkilər qurmaq ümidi ilə jestlər edirdi. Nazı mələk deyildi. Təklif edən adam kişi kimi çox xoşuna gələndə uzun gözlətmədən sonra yaxınlığa icazə verirdi. Əri ya nişanlısı yoxdur ki, özünə kiməsə xəyanət etmiş saysın. Ancaq belə yaxınlıq jurnalist olduğu zaman ərzində 3 dəfədən çox olmamışdı. Hamısını da özü son qoymuşdu. Altay isə çox qəribə oğlandır. Qabaqcı görüşlərində ona baxanda sanki onu görmürdüm. Söhbət edirdi, Nazı bütün ağlı, güzgüdə məşq etdiyi baxışları ilə Altayın onu görməyən baxışlarında reaksiya doğurmaq istərdi. Digər bir şey alınmırdı. Düşünürdü ki, bəlkə Altay oğlanlar arasında yayılmış axmaq qız bişirmək texnikasından istifadə edir. Yəni qıza maraq göstərmə, marağını alovlandıracaqsan. Bunu düşünəndə Altay gözündən düşməsə də ürəyində biraz kinayə doğururdu. Sən də o birilər kimi flört oyununu oynayırsan, ayıb olsun sənə.
Bəlkə geysən, ona görə belə soyuqsan. Ürəyində bunu deməli içində onu sancmaq istəyirdi. Çünki bilirdi ki, homofob qalxozda 6 ay gey olsa da yeri olmazdı. Bu uşaqlar geylərlə, lezbilərlə ilgili bəzən ağıllı, bəzən ki zarafatlar salırdılar. Onlar heç vaxt geylə arkadaşlıq etməzdilər. Yalnız Etibardan soruşanda ki, bu Altay niyə qadınlara soyuqdur demişdi. Toğruldan eşitmişəm ki, bir prinsipi var. Bir qızla yaşayanda başqa qızlarla intim olmur. Ərli qadınlara maraq göstərməkdə isə lap zəhləsi gedir. Döyə də bilər. Nazı belə ilgiz bilgidən sonra Altayın qabağına duramı bilərdi. İndi ona baxırdı, düşünürdü, qəribə oğlandı. Bir təklif verəndə üzünə baxırsan, gözləri danışaraq baxarıq, deyir. Profildən isə ona baxanda elə bil heç vaxt eşidirsən. Bunun ambivalentliyi adamı öldürür. Nazı onun ekstremal sərgüzəştlərdən ilanlarla, aylarla, qabanlarla, okeanaltı dünya ilə bağlı dəhşətli söhbətlərini eşidəndə sonra demişdi ki, gəl televiziyada bir proqram açaq. Mən səni danışdırım. Sən də özünün tanışlarının, başqa ekstremalların başına gələnlərdən danış. Ancaq rus dilində pasajlar söyləməyi tərcih televiziyada olmaz. Altay qayıtmışdı ki, kimdir belə proqramı icazə verən? Nazı demişdi. İcazə məndən. Altay söyləmişdi ki, mən şəhərdə qabaqcadan bilmədiyim vaxtlarda oluram. Qabaqca bilmədiyim vaxtlarda gedirəm. Bu qrafik ilə yaşayan adamdan proqramda iştirak edənimi çıxar. Üzünü çevirəndə isə profili demişdi, çıxmaz. Nazı indi ona baxırdı. Düzdür, boy boxunludur, yarışıqlıdır, səsindən uyuşturucu, batıq dərinlik bilinir. Parmaqlarına bax, ağdır, piyanist parmaqlarına oxşayır. Əyin başına həmişə tör-töküntülü görmüşəm. Etibara bax, həmişə şık geyimdə, qalstukda, toğulla brendmanlar geyinir. Bu nə geyinib? Pakistan köynəyidir, nədir bu? Heç yerdə işləmir, pulu haradandır ki, dünyanı gəzir. Etibar demişdi, qardaş bacıları verir. Bu boyda olasan, onun bunun hesabını yaşayasın. Nazı heç olması içində Altayın rəsmini sancmaq istədi ki, bəlkə ona meyilli azılab. Ancaq gördü ki, hətta belə Altay da ona xoşdur. İçində Altayın səsi gəldi. Əsas məsələ adamın semantikasıdır. O dilçi deyil. Mənalar dünyasını bildirən semantikanı kimdən haradan götürüb? Hə, anladım. Əsas təsir Altayın semantikasında imiş. O öz görkünü semantikaləşdirməklə məşğuldursa, çəkilini düzəldib özünə tamaşa edən gədələrdən nə ilə fərqlənir? Ancaq onun saymaz yanan vetsizliyindən özünə imic verməklə əlləşən oğlancıqların oxşartısını görənmirəm. Sanki öz aləmindədir. İçinin pəncərələrini dışarıya hərdən biraz açır. Yəqin ekstremal səfərlərə çıxanda pəncərələri taybatay açır. Ancaq yox, bəzən ölüm təhlükəsi qarşısında sarsılmamaq üçün pəncərələrə bağlamaq gərəkir. Görünür bu oğlan oralarda bağlı pəncərədə olmaq tətbiq edir. Lazım olanda. Altay birdən əyilib onun qulağına pıçıldadı. Saqqalı qulağına qıdıqladı. Mən darıxdım. Gedək barlara riskli səyahətə. Nazı həyəcanlandı və bu həyəcanla da pıçıldadı. Gedək. Altay 2-3 dəqiqə gözlədi və durdu. Nazı ilə biz gedirik. Bardan bara gəzməyə. Siz bizə lazım deyilsiniz. Toğrul dalımızda danışma. Mən ona müsahibə verəcəm. Məni axtarmayın. Bizə görə qorxmayın. Sevirəm sizi. Altay qabaqdan Nazı arxasınca çıxdı. Çıxa-çıxa isə içində hiccələndi. Bu neyinir? Kənd kişilər kimi qadından qabaqda gedir. Qəsdən eləyir ya nə? Məni elə hey sındırmaq istəyir. Yaxşı, döz. Sonra göstərərsin evdə kimdir xazin. Nazı ilə onun sındırmağı özünə söz verdim. Kabinetdən çıxıb restoranın qapısına doğru gedəndə Altaya yox, nəyəsə baxmaq lazım olduğu üçün gözünü divarlardakı şəkillərdə küncə qoyulmuş səhəngdə köhnə yazı maşinasından sürüşdürərək yeridi. Yeriyə bütün dərisi ilə sezdi ki, zaldakı kişilər onun bədəninə baxırlar və görünür ürəklərində düşünürlər ki, bu kabinetdən çıxan qız qabaqda gedən oğlanın məşuqəsidir və oğlan ona görə qabaqda gedir ki, qızla olması bilinməsin. Nazının balaca göy Volkswagen-i vardı. Ağşəhərin dekorlu qapısı ilə üzbəyiz səkinin yanında saxlamışdı. Taksi saxlamaq istəyən Altayı çağırdı. Gəl, maşın var. Altay Volkswagen-i dən baxışlarla süzüb xoşallandı. Ləzzətli ki, uzun ayaqlarını qatlayanda ağrımayacaqsa ləzzət ola bilər. Oturanda Altayın ayaqları üçün doğrudan da biraz narahatlıq oldum. Hərçənd bu narahatlıq hansı maşında olmur ki? Nazı, hara gedək? Mən barların adlarını bilmirəm, ancaq Aras kinoteatrın yanında İlhamın xalası oğlum barı var. Ora gedək, biraz gülərək. Çoxdan məni qonaq çağırır. Müftə içkilərlə aran necədir?
Mən içmirəm. İçənlə oturanda ağıllıdırsa, içən kimi oluram. Siqaret çəkərəm, kofe filan içərəm, sən də pivələyərsən. Bəyəm sən siqaret çəkirsən? Çəkmirəm, ancaq 2 nəfərin bar laqqırtısı olanda siqaret tüstüsü mistikası aura yaradır. Volkswagen yerindən tərpəndim. Ağşəhər restoranının yanındakı maşın yumanın qabağında duranda məhəllə uşaqları gözlərini uzaqlaşan maşının enli yambızına zillədilər. Sanki qadın dalınca baxırdılar. 2 bara səyahət. Drink pub'un balaca səhnəciyinin önündə nal biçimində idi zal. Müştərilər orada otururdular. Səhnəciyin girişi qapısı ilə üzbəyüzdə viski, çaxır, araq şüşələrindən bəzəyini almış bar dururdu. Piştaxtanın arxasında döşündə pub'un emblemini taxmış uzun bakenbardlı iri hülqumlu oğlan qapıya müştərilərə göz gəzdirə-gəzdirə Louis Armstrong'un Mozes havasına uyğun başını yırğalayırdı. Müştərilər çox deyildi. Hamısı da ahıl adamlar idi. Kişilərin geyimi Azəri qocaların geyim standartında idi. Nimdaş kostyum, yaxalı dəbdən çıxmış köynək, dəbdən düşmüş qalstuk. Yalnız birinin köynəyi və qalstuku son dəbə uyğun idi. Yaşlı qadınlar arasında sarı, qırmızı pencərli, dolunlu qocalar daha çox idi. Onlar Avropadan gələn şit geyimli ağbirçəklərə oxşayırdılar. Çoxunun rusca danışmasından başa düşülürdü ki, bunlar 70-ci illərin bərk gedən şəhər uşaqları olublar. Kişilər də, qadınlar da. Onların hər ayın axırıncı bazarında axşamları burada keçirdi. Hərdən qucaqlaşıb dans da oynayırdılar. Pub onların gəncliyinin musiqisini səsləndirirdi. Qoca komiklərin, gitaristlərin, tarzanların, bəzən hətta aşıqların çıxışlarını düzənləyirdi. Onlar pivə götürüb sağlıq deyəndə Bakins millətində rusların, Ukraynaların, Yəhudilərin Bakıda çox olduğu çağlarda inskilli danışırdılar. Qapı açılanda içəri hündürboylu, saqqallı, qıvrım saçlı, palıd velvet şalvarın balaqları sarı çeşmələri çatanda bir az qırçınlanmış oğlan, yanında da başında göy şapka, boynundan yaylıq sarılmış qız içində görənlər təəccübləndi. Bu gün gənclər gəlməzdi axı bura. Gələndə də yaşlı publikanı görüb həməncə geri dönərdilər. Onlar isə məhəl qoymadan gecib boş masa arxasında oturdular. Oğlanın dəm alması yırğalanan yerişindən göründü. Qız isə elə hey ona qılıqla gülümsəyirdi. Qızın saçlarının qıvırcığı alnına şahanə nağış vurmuşdu. Burnu biraz donqar olduğu üçün cazibəli çaşdırıcılıq yaradardı. Bəzi billboardlarda rakurs dəyişəndə maşından baxana fərqli şəkillər verdiyi kimi bu qızın da donqar burnu başını döndərdikcə biraz böyükdür. Çox böyük deyil, qəşəngdir arasında titreşmələr verirdi. 6 ay qalın buludların yarısı minib yubqadan çıxan qara corablı afisiyantın yaxınlaşmasını gözlədi. Yaxınlaşanda pivə, kofe, ismarış edəndə soruşdu, şefiniz buradadır. Deyin İlhamın dostu Altay gəlib. İlhamın xalası oğlun sevincək üzü o biri qapıdan göründü. Nazı yaxınlaşan kişiyə və Altayın gözlənti marağı ilə tamaşa edə düşündü. Görün bu görüşdə Altay necə asılacaq. Mənə göstərmək istəyəcək ki, gör məni necə tanıyırlar, mənə necə hörmət edirlər. Belə olsa deməli o da məni min nərgizliyi, özünə vurğunluğu olan oğlanlardan biridir və mənə özünü göstərmək istəyir. Deməli məndən kəsir. Ona görə də onunla bağlı mistik illüziyaya düşmə, min dənə də sənə girişmək istəyən yaxşı və bic oğlanlardan biridir. Bunlar düşüncəsindən keçə-keçə eşidib gördü ki, İlhamın xalası oğlu şahmatda onun necə yeməsindən, onun necə əfəl oynamasından danışır. Altay isə şahmat zəifliyindən məzələnir, İlhamın xalası oğlunun daha ərşlə ona sataşmasına şərait yaradırdı. Heç görünmürdü ki, Altay Nazıya özünü göstərir. Axırda kişini dayandırıb soruşdu. Demişdin, gəl bura, sənə istədiyin pivə qonaqlığı verəcəm, tanış ol. Nazını göstərdi. Bu xanım çox tanınmış jurnalistdir. Bir məqaləsində sənin pubunun adını seçsə, 1000 nəfər oxuyacaq, 100 nəfər də gələcək. Onlar bir-birinə baxıb tanışıqlı jesti kimi başlarını tərpədəndə Altay davam etdi. Nazlı xanım, sənin üçün bir mövzu. Hər ayın axırıncı bazar günü qocalar bura gəlir. Onlar üçün burada maraqlı görüşlər, çıxışlar, konsertlər olur. Bəlkə bundan yazısan. Qocalardan götürdüyüm müsahibələrdən kollaj yaparaq. Əla olar, ikisi də birdən dedi. İlhamın xalası oğlunun Altayın ekstremal yaşamından xəbəri vardı. Bilirdi ki, dili açılanda dünyadan ləzzətli şeylər danışır. Onun üçün davamında dedim. Görürəm dostlarınla vurub bura gəlmirsən. İlhama sözüm sonradır. Niyə qolxozu başqa yerdə keçirib qazancı başqasına verirsiniz? Sən də kebab mabab olmur axı. Kebab görməmişsiniz, elə hər yerdə yeyirsiniz. Bizdə əvəzində Rusiyada aldığımız sosis yeyə bilərsiniz. Amma kebabı da qonşudan gətirib də bilərəm.
Məsələn, müftə pivə verəcəm. Bu xanım nə istəsə verəcəm. Doğrudan məqalə yaza bilərsiniz. Yazsanız 2 ay 2 dəfə sizin üçün qız məclisi vermək məndən. Ancaq özüm onların aranızda inciməzsiniz. Qız məclisləri elə sevirəm, elə sizin kimi cicibazı söhbətlər edəcəm. Ancaq natural ama. Nazı, oldu, dedi. İlhamın xalası oğlu özünü Altaya çevirdi. Sən axı bizim pensionerlərə ekstremal dünyadan danışıb kef verəcəyini demişdin. Bəlkə bu gün çıxış yapasan. Sən ki xeyriyyəçiliyi sevirsən. Oldu, ancaq bir bakal içəndən sonra Nazı da ona maraqla baxdı. İlhamın xalası oğlu səhnəyə keçib bakala çəngəl vuraraq müştəriləri diqqətə çağırdı. Xanımlar və bəylər, biz bu gün sizə bizim əziz pensionerlərə əyləncə vermək üçün 2 tanınmış adamı çağırmışıq. Biri yəqin qəzet, internet oğlanlarda yaxşı tanıyır. Nazilə xanımdır. Bu dəfə yox. Gələn dəfə o sizdən reportaj yazacaq. Hazırlıqlı gəlin. Həyatınızda maraqlı əhvalatlarla gəlin. O birisi Altay bəydir. Adı Cinnesin kitabına düşmüş Altay. Məşhur ekstremal Altay yerindən düzəliş verdim. Altay xudu. Ancaq adım Cinnesi düşməyib. Qocalar maraqla tərpəşdilər. Nazı pıçıldadı. Hazırlıqsızsan, bacaracaqsan. Elə deməm ki, hayasızlığım qulaqlarımdan tökülür. Bacarmalıyam. Nazı qəhvəni qarışdıra-qarışdıra kofeyin fırlanması ilə baxışlarını fırlatdı. Sanki ortada Altayın saqqallı üzü dururdu. Sanki bu üz qara valın ortasında fırlanırdı. Louis Armstrong'un bilüsü və bu valdan gəlirdi. Nazı olduğu durumdan biraz ləzzət alırdı. Niyə almayaydım? Yanında ilginc bir oğlan ki, Haçan evinə aparmasını gözləyirdim. Havada musiqi, çevrədə qoca adamlar ki, retro aurasını yaradırdılar. Altay səhnənin ortasına doğru gedəndə Nazı onun bəyzadə yerişini tamaşa etdi. Deyirlər, kovboyların ayaqları at sürməkdən əyilir. Futbolçuların yerişi yermələrindən görünür. Dənizçilər ayaqlarını aralı qoyub yırğılanaraq gedirlər. Bəs bunun yerişini dağ keçək dəyişməyib, yerişi başdan ayağa axıcı rahatlıqdadır. Altay səhnəyə gələn pivə, qəhvə qoxusunun içinə çəkib, buruna həssas olduğu üçün iyi tez tuturdum, dedi. Biz yaxşı yazarımız var. Bir yaxşı yazarımız var. Kamal Abdullah. Romanı adlanır Unutmağa kimsə yox. Romandan danışmaq fikrim yoxdur, ancaq adı çox düşündürücüdür. Unutmağa kimsə yox. Ya da bunun yanına oxşarın qoymaq olar. Unutmağa heç nə yox. Bunları deyəndən sonra Altay Ruscaya keçdi. Hər nə varsa unudulmağa layiq deyil. Pis və əclaf olsa da, yaxşı olsa da. Çünki hər şey hər şeydədir. Hər nəsnədən min nəsnəyə yollar var. Tutub getmək olar. Alçaqlıqdan yaxşı uğrunda savaş yaranır. Armuddan qadın yanbızına, şamamadan qadın məməklərinə danışma yolları açılır. Unutmağa kimsə heç nə yox. Onun üçün siz bura gələndə xatirələrinizlə gəlin. Siz bir sayt açın, aça bilmirsinizsə nəvələriniz açsın və ora yaxşı əməllərinizi, günahlarınızı toplayın. İndi isə özümdən danışım. Ən çox istəyirdim ülgüc üstə ilə yeriyərmiş kimi bir yerə düşüm. Özümü sınağa çəkim. Belə bir yer Azərbaycanda yoxdur. Məsələn, Xanalığa gedən yolda sıldırım qayalar, belə bir yer eşitmişdim ki, Norveçdə də var. Adı Trolltulqanın dilidir. Skerellada dağında 700 metr hündürlükdə bir qaya dil kimi uçurumun üstündə uzandığında ona belə deyirlər. O dilin üstündə durmaq böyük riskdir. Elə bir indicə fışqıra bilən vulkan dağın təpəsindən bu qaya hər an qopa bilər. Üstündə duran bilmirsən ayağındır, titrəşən yoxsa qayadır. Mən ustuflu bu dilin ucuna yeriyib oturdum və ölüm qorxusunu necə qalib gəlməyə, özümdə axtarmağa başladım. Biz hamımız əvvəl-axır ölməliyik. Yaşlı adam isə ölümü özü üçün daha real sayır. Ona görə bu məsələ sizin üçün az aktual deyil. Bax. 700 metr hündürdə uçurumun üstündə otur-otur düşünürdüm. Niyə ölümdən qorxmalıyım? Yaşamağın nə böyük ləzzəti var ki, ondan yapışıram. Yaxşı, yemək üçün, gəzmək üçün, yaxşı seks üçün, yaxşı səyahətlər üçün yaşayırsan, hamısını əldə edəndən biraz sonra xatirəyə çevrilir. Hətta arzuladığın dəhşətli iPhone-da əlində tutanda 1-2 aydan sonra kayfı qalmır. Aya bu xəyala çevrilənləri yığmaq üçünmü insana həyat dəyərlidir? Dəyərlidir. Ancaq o qədərmi dəyərlidir ki, itirmək qorxusundan maymaq ürkək bir məxluqa çevriləsən, riskdən uçağa minməyəsən, ilan olan dağlara getməyəsən, ilan ətini yeməyəsən. Bax, belə nəsnələri düşünə-düşünə bir də ayıldım ki, xeyli vaxt keçib. Durdum. Bu səfər adi yerişlə, hətta ayağıma qəsdən biraz bəş qayanın üstünə vura-vura geri qayıtdım. Məsləhət verirəm, evdə YouTube'a girib Trolltulqanın dilinə baxasınız.
İlhamın xalası oğlu ləzzətdən dəli kimi əl çaldı. Qocalar da ona qoşuldu. Nazının ürəyi əsdi. Mən bu oğlanı sevəcəm. Deyəsən zibilə düşürəm. Onu yarı profildə görürdü. Ona görə də şəkilləri dəyişən billboard kimi gah bəyzadə, gah zəhlimli oğlanı görürdü. Səsi də ilginc idi. Çox yaxşı, ağıllı oğlanın səsi idi. Gözəl aktyorun kadr arxarı səsi kimi sözlərə dərinliyi ilə tutum verirdim. 6 ay davam etdi. Hər yer unudulmağa layiq olmayan nəsnələrlə doludur. Məsələn, bilirsiniz, 18-ci yüzilin birinci yarısında yaşamış Fətəli Şahın çoxlu arvadı hesabınıza aparın ki, 100-cən oğul qızı olub, o qocalardan da evlənməyə davam edirdi. Qocalanda da evlənməyə davam edirdi. Lap qocalanda Qarabağ xanının gözəl qızı Cahanı alır. Toy gecəsindən sonra bilirsiniz bizim dildə nə yazır? Yazır ki, yarım gecə gəldi, gecə qaldı, gecə getdim. Bilməm necə gəldi, necə qaldı, necə getdi. Nazının öz gülməyə başına düşdü. Qocalarsa uğunub sağa sola yırğalandılar. Kimsə əlini kiminsə əlinə, çiyninə vurdu. 6 ay da özünü gülməkdən saxlaya bilmədi. Anekdot qaydası deyirdi ki, adamları güldürəndə özün gülmə. 6 ay isə qocaların gülməyi güldürmüşdü. İlhamın xalası oğluna mənə bir pivə deyib adamlara baxdım. Bir dənə də qara yumor sizə deyim. Bu Fətəli Şah uşaqlıqdan dostu olan əmsi oğlunun gözünü çıxardırdı ki, taxta gözü olmasın. Çordan da padişah çıxar. Ancaq əmsi oğlun çox istədiyi üçün həmişə məclislərdə yanında oturardı. İndi düzünü deyin. Siz də padişah olsaydınız, taxta rəqəmiz əmoğlu olsaydı, gözünü çıxardardınız. Yerdən biri dedi. Biz yox, bu çıxarardı. Güldürdülər. Həmin adam isə mənim əmim oğlum yoxdur axı. 6 ay dünyanın orasından burasından götürdüyü beləncə dadlı əhvalatdan yarım saat danışandan sonra yerinə qayıtdı. Pivələr onun dəmliyini lap artırmışdı. Nazlı təəccüblə gördü ki, ofisiantı 2 qədəh də konyak gətirdi, içəndən sonra dedi, gedək, nə qədər içmisən? Yarım litr araq, 4 bakal pivə, 2 qədəh konyak. Qaytarmazsan? Yox, heç dəm də deyiləm. Ancaq 6 ay düz demirdi. Danışdığı getdikcə dəyişirdi. Hara gedək, evə? Mənlə darıxırsan, yoxsa yorulmusan? Nazlı biraz yorulmuşdu. Ancaq yalandan dedi, yorulmamışam, gedək. Volkswagen'e oturanda Altay lap əyyəş rəssam və ya tüfeyli bohem intellektual görünüşünü almışdı. Gözləri ilə axırdı ki, profilində zəhmi yerini inqilabçı solcu görüşünə vermişdi. Seyretindən ver, birini çəkim. Maşında olmaz, pisi gələcək. Çıxarıq çəkərsən. Hara gedək? Tarkovun ortasında bir bar var. Orada musiqi rəqs olur, ora gedək. Bir içək. Barı yarı zirsəmmədə yerləşirdi. Ora düşəndə rock musiqi üzlərinə vurdu. Altay Nazın qoltuğundan tutub, uzaq küncdə romantik cuşi kimi alatoranda bulunan 2 stullu masaya sarı apardı. Artıq elə durumdadır ki, yanındakı qıza bu bar səyahəti yükdür ya yük deyildir, fərqində değildi. Oturan kimi pivə çay ismarışını verdi. Pivəsini içi-içə oynayanlara tamaşa etdi. Publika gənclərdən idi, çox saylı değildi. Ortada rəqs oynayanların çoxu ondan bundan plagiat etdikləri oynama üslubunun türlü silüetlərini, izcilərini cızırdı. Aralarında öz rəqs üslubunu tapmış yox idi. Altay Nazıya göz ataraq gülümsədi. Birazdan bu uşaq-muşağa klas göstərək. Musiqinin səsində onun sözləri zorla eşidilsə də, Nazı nə dediyini tutdu. Sən Allah yox, yorulmuşam. Altay bu yorulmuşam sözün eyhamını tutmaq halında değildi. Tam ağlına bir ideya gəlmişdi. Musiqinin dayanmasını gözlədi ki, ürəyini boşalsın. Ara yarananda dedi, bilirsən, sevgili cananım mənə atıb. Ancaq o qədər axmaq adamam ki, faciə eləmirəm. Vecmədir və vecmədirsə, niyə ürəyimdəki ağrı buna görə deyil? Adı nədir? Adı vacib deyil. Vacib odur ki, mənim dünyamın qaydalarına dözənmədi. Mənsə başqa cür yaşayanmıram. Ağrım bundandır. Sən bilirsən, adamlar var, ömrü boyu muğam oxuyur, muğama qulaq asır, bezmir. Buna kanonik sənətdən həzzət deyirlər. Mən isə kəskin duyğulara qıcıqlar olanda özümü yaşamış bilirəm. Pikant sözü bilirsən nədir? İsti otu, acısı, turşusu çox olan yemək. Bilmirəm bu genetikdir nədir, mən pikant yaşamağın xəstəsiyəm. Genetikdirsə, niyə bazı qardaşım elə deyil, heç atam da elə olmayıb. Görünür, genetik sözün yaxın qohumlarla bağlamaq düz deyil. Bəlkə də mən 100 il qabaq hansısa əcdadımı təkrar edirəm. Hansını? Onda sən də hər dəfə yeni qız axtarışında olan oğlanlardansan. Pikant sevgi macəralarım. Yox, 10 ildir onlardan deyiləm. Fikrə gedib söylədi. Çünki yenilik acılığımı ekstremal sərgüzəştlərlə doyururam.
Nazı Altay danışanda onun saqqalını, qıvırcıqlarında, qaşlarının xəttində, burnunun ucunda gözlərini gəzdirərək həm onu eşidirdi, həm də öz düşüncələrinə qulaq asırdı. Niyə bunlar mənə danışır? Özünün semantikasını yaradıb mənə hazırlamaq üçün, mənə xoş gəlmək üçün, kör deyil, onsuz da görür ki, xoşuma gəlir. Sən də biabırçısan. Ürəyində özünü öfkələndi, düşmüsən bunun dalınca. Gözləyirsən haçan əl yelləyəcək. Dalınca qaçasan. Sənə bu çoxmu lazımdır? Azmı seksi, ağıllı, yaxşı oğlanlar var şəhərdə? Bəlkə durum gedim. Altay isə davam edirdi. Bilirəm ki, yenilik avangardizmin avanturasında qurtulub kanonik sabit yaşam dünyasına keçməliyəm. Amma Gusto ömrü boyu macəralar dünyasında qalıb geri qayıtmaya baxı. Marco Polo da deyəsən qayıtma, ya da gec qayıdıb. Rokun səsi təzədən qalxdı. Nazı, darıxma, indi gedəcəyim. Qız rahat nəfəs aldı. Altay oynayan qızların ayaqlarını, burcutmalarını, oğlanların qızların xoşuna gəlmək üçün etdikləri jest və pozalara baxa-baxa musiqinin bitməsini gözləyirdi. Bitəndə dedim, gülüm çiçəyim, indicə bir avantürist hərəkət ağlıma gəldim. Mən bütün pulumu, kartlarımı, evin açarını, cip telefonumu sənə verirəm. 3-4 gün möhlət ver. Sən get evinə. Mən də heç nəsiz özümü buraxım bu şəhərin küçələrinə. Əslində yaxşı olardı heç nəsiz özümü Tovuz tərəfə buraxaydım. Eksperiment xoşuma gəlsə, sonra bunu edəcəm. Görün bu vəziyyətdə başıma nə gəlir, kimlərlə tanış oluram, hansı qorxulu vəziyyətə düşürəm, necə ac qalmıram, kimə kömək edirəm, kim mənə kömək edir. Gör bu eksperimentdə nə qədər olaylar ola bilər. Adi 3-4 gündə olardımı? Sənin xeyrinəsə başıma gələnlərlə bağlı müsahibə, bəlkə də televiziyada söhbət. Mənə axtaranlar sənə çıxsalar, deyərsən niyə telefonu filanı sənə verib, getmişəm ideya Altayın elə xoşuna gəlmişdi ki, gözlərində ləzzət qığılcımları oynamağa başlamışdı. İpi qırılan it əldən çıxıb bilinməzlikdə yox olur. Mən də elə yox olmaq istəyirəm. İpi qırılmış it kimi. 3-4 gün nədir ki? Sən Allah razı ol. Qaydanda ikimizin də evdə lirik iskisiz musiqili məclisimiz olar istəsən. Musiqi təzədən başlayanda Altay cibindən nəyi vardısa masanın üstünə tökdü. Nazı yox deyib onları özündən itələdi. Altay geri itələyib dodaqlarını onun qulaqlarına tutdu. İstəyirsən bunları qoyub qaçım. Dalımca qaçıb çatdıra bilməyəcəksən han. Əvəzində mənə başa düşməyən qız kimi ürəyimdə qalacaqsan. Qoy çantana, gedək. Sən otur maşına. İndi gözüm hansı küçəni tutdu, onu tutub gedim. Nazı ürəyində mənim nəyimə lazımdır bu eksperiment deyinərək Altayın şeyşüyünü çantasına yığdım. Onlar bardan çıxdılar. Altay kəskin jestlə Nazını qucaqlayıb dodağından seksual olmayan öpüşlə öpüb azca ləngər vura-vura qəşəng yerişi ilə uzaqlaşdım. Nazı onun dalınca baxa-baxa qaldı. Getdikcə sarı ayaqqabılarının dabanları görünməz oldu. Nazının ürəyinə isə xain fikirlər girməyə başladı. Birdən onun başına iş gəlsə, polis zəhləmi tökməz. Bəlkə bara qaydım. Ofisiantı alibi qazanmaq üçün danışım ki, yadında qalsın. Yox, yaxşısı mobilinə baxım, dostların birinə deyim. Kontakt siyasında İlhamı görüb zəng vurdu. Olanları ona danışdı. İlhamdan cavab gəldi. Boş ver. Ona heç nə olan deyil, pişik kimi şeydir. Necə tullasan, qabaq ayaqları üstə düşəcək. Ancaq görürsən, İlham da dəm idi. Ləzzətlə güldü. Görürsən nə maraqlı gediş edib. Macərabazdır da. Altay bardan bara gedəndə paralel olaylar. Umay maşını sürə-sürə bacılığı Qəmərlə danışırdı. Sözlərin arasında Mərdəkandan şəhərə gələn yolun qırağında düzlənmiş bitki dükanlarının ağacları, gülləri, meyvə dükanlarının piştaxtaları, marketlərin qabağında düzlənmiş maşınların görüntüləri ötəri kadrlar kimi axıb gedirdi. Cip telefonunu uca səs qoyduğunda yol polisindən çəkinəcəyi yoxdur ki, saxlayacaqlar. Umay əslində danışıqda sözləri elə seçən idi ki, ondan kübarlıq yağsın. Xanım xatınlı da demək olardı. Ancaq bu söz birləşməsi 40 yaşından yuxarı qadınlara yaraşır. O isə xanım xatın danışığını leksikonunu seçsə də 30 yaşın gəncliyini təkcə geyimi ilə yox, incə davranışı ilə çevrəsinə saçırdı ki, adamlar onunla şit zarafatdan, flörtdən çəkinsinlər. Umay elitar incəlikdə görünməyi sevirdi. Ona görə də sürdüyü ciplə də görüntü arasında uyğunsuzluğu fərqində idi. Bir yandan cip rahatlıq və təhlükəsizlik idi, o bir yandan isə qadın onun pəncərəsindən öz yerində oturmamış kimi görünürdü. Elə bil traktor sürür. Yaxşı ki, maşın ağ olduğundan bu qabalıq biraz öləziyirdi. Bircə Qəmərlə onun özəl danışıq dili vardı. Bu dil məhrəm rəfiqələrin az-azla dolu vulqar dili idi.
Oğlan lotopotu danışığı ilə qız danışığın qarşılığından yaranmışdı. Ancaq bu danışığın təşəbbüskarı Qəmər idi və Umay bu təşəbbüsə görə onu sancmışdı da. Tərəkəmə qızısan ki, tərəkəməsən. Sən Alaçıqda yaşamalıydın, eşiyə çıxıb qışqırmalıydın. Huy, Cavanşir, huy! Cavanşir Qəmərin əri idi. Umay nə qədər maraqlanmasa da, rəfiqəsi sözlərin arasına mütləq ərinin intim cəhətləri, aralarındakı sekslə bağlı nəyisə maraqlı sayında sala bilərdim. Bu açıq-saçıqlığını nədəni və nədən danışaq ki, məsələ nə idi? İkisi də həkim idi. Umay göz sərrahı, Qəmər isə ginekoloq idi. Məclislərdə Qəmərlə o özlərini xeyli yığışdırardılar. Danışıqları alayarımçıq, mədəni rəfiqələr janrına keçirdi. Ancaq məclis Cavanşir və rəfiqələrdən toplanmış olanda Qəmər yenə özünü boş buraxırdı və görünürdü ki, Cavanşir arvadının sərbəstliyindən heç narahat deyil. Qəmərdən səs gəldi. Az İştivan, lap yadıma İştayan düşür. İndi sənə necə sevgi mesajları göndərir. Qəmər Sovet dönəminin futbolçusu İştoyan haqqında lətifəni atasından eşitdiyi üçün bu adı bilirdim. Umay əli rolla düşünürdü. Bu konunu davam etməyim. İştivan adında göründüyü kimi Macar idi. Hardansa gəlib onların göz klinikasına çıxmışdım. Deyəsən, klinikanın yəsinin ya dostu, ya dostunun dostu idi. İngiliscə, rusca danışırdı. Yaxşı həkim olduğu üçün Macaristanda da çox qazanırdı. Həm də yeni ölkədə yaşamağın ləzzətini alırdı. Oğlan kimi də yaraşıqlı idi. Biraz kürən və acı dazlaşsa da klinikada işləməyə başlayanda Azərbaycanca öyrənməyə başlamışdım. Umay bilirdi ki, İşvan ona vurulub. Onun millətçi qız olduğunu bilib zəif yerini bunda görür, ona görə həvəslə Macarların Hun qarışığından olmasını danışır və gümanını bilirdi ki, əcdadları yəqin türk olub. Ona görə bu ölkəyə qanı qaynayır, İştifanın bu gedişi Umaya xoş olsa da o xarakteri olan qız idi. Bildiyini heç kimə verməzdi. İş təcrübəsini Hindistanda keçmiş, sonra Berlin klinikasında 3 il işləmişdi. Həmişə də onunla evlənmək istəyən və ya onun oğlanı olmaq istəyən adamları məsafədə saxlamağın çətinliklərini yaşamışdım. Ona görə də bu məsələdə pis yaxşı təcrübəsi vardı. Umay dünya gözəli deyildi. Rəngi qarışın idi, çənəsi azcana qabağa çıxıb olduğundan, üzünün rəngi ilə forması birlikdə xarakteri maraqlı görünüşü olan qadın portretini verirdim. Boydan hündür idi, bədəni kişi gözünü özünə bənd edirdi. Hər göz əməliyyatı 1200-1500 arasında olduğu üçün və bundan payına xeyli pul düşdüyü üçün ata-ana kişi çiyninə gərəyi olmayan qız idi. Bilirdi ki, pul adamı öncə arxayınlıq, sonra ötkəmliyi, sonra yuxarıdan aşağı baxmaq ədasını gətirir. Bildiyi üçün də çalışırdı ki, ötkəmliyi dilovlasın, yuxarıdan aşağı baxmaq xəstəliyini isə yaxın buraxmasın. Məclislərə gedəndə başına türlü qadın şlyapası qoymaq zəifliyi vardı. Brend paltarlar geyinir, çantacıqlar götürürdüm. Ada üçün yox, maraqlı, sayğılı qadın imici üçün. Bu geyim tərzinə böyük həvəs onda Əməl Əlamüddin Kulininin biləndən sonra yaranmışdım. Öncələr də imkanlı qadın kimi geyimə fikir verirdi. Ancaq Əməlin brend geyimlərini, şlyapalarını, çantacıqlarını görəndən sonra onun təsirinə düşmüşdü. Kimlərsə deyəndə ki, gözlərini Əməlin gözlərinə oxşayır, dodaqlarını büzsə də bilirdi ki, oxşayır. Qarayanızlığı da, boybuğunu da oxşayır. Hərçənd onun qədər arıq değildi. Ancaq Umay o qızlardan da deyildi ki, hansı gözlərinsə işığında görünməyə ehtiyacı olsun. O yetərincə özünə arxayın qızı idi. Qəmərin səsi gəldi. Sən o İştivanı niyə nakam qoyursan? Dul arvasan, ehtiyacın yoxdur. Umay narazı başını tərpətdi. 1 il idi ərindən əl işdən boşanmışdı. Əsl adı Ələddin olan ərini bir dəfə sancmışdı ki, bu nə addır? Əl iş kəndsiz azsan? Umay kimi o da göz sərrahı idi. Apardığı əməliyyatları ilə ad çıxarmışdı. Müştərilər bol olduğu üçün yaxşı qazanırdı. Çox qəşəng oğlan idi. Pullu və qəşəng. Klinikadakı qızların onun aydın cizgili ağ üzünə, qara parıldayan saçlarına, aristokrat parmaqlarına baxanda ürəyə gedirdi. Axırda əl iş qızlar arasında populyarlığa davam gətirə bilmədim. Umayın qarşısında günaha batdı. Cəzası çox gecikmədim. Bütün yalvarışların pax yemişəm deməsinə baxmayaraq, Umay boşanmaq fikrindən daşınmadı. Əslində Umay heç heyfslənmədi. Elə bil bəhanəyə bənd idi. Qəmərə demişdi ki, boş adamdır, belə qəşəng və pullu oğlana ərə getmək gicli idi. Suratpərəst olmuşam. İşdə o qədər qulağımı doldurdular ki, bir-birinizə yaraşırsınız, saqqızımı uğurladılar. Bir də belə cidli yetmərəm. Bu xatirələrin içində
Umay qayıtdı ki, Əlişi niyə öldürürsən? Dul demə, boşanmışdı. Cavanşirin ayaqları sındıracam. Deyəsən xəlvətçi Əlişlə görüşür, yeyib içir. İşin olmasın. Ərini belə əzmə. Sonra yatağında nicah borcunu yerinə yetirənməz, qız bibi olar. Yekə qızsan, kimdənsə uşaq doğ. Yox, kimdənsə yox. Ağıllı, yaraşıqlı bir gedədən. Əziyyətin çox olmayacaq, ha. Nənən, anan, atan, maşallah, sağdır saxlayarlar. Sən də arxayın olarsan ki, ət tapmasan, yaşın keçdiyindən tək qalmayacaqsan. Hələ 7-8 il vaxtın var. Başın xarabdır, 40 yaşında 90, 50 yaşında uşağın 10 yaşında olacaq. Nəvəni 70 yaşında görəcəksən, o da sağ qalsan. Gözlərin görsə ancaq görəcəksən. Doğrudan nədən göz həkimlərin gözləri sağlam olur? Məndə belə statistika yoxdur. Məzuniyyətə çıxanda sevinirdim ki, dincələcəm. Bağa getdim, darıxdım. Kişilərə nə var? Dostları ilə görüşürlər, yeyib içirlər, gec-gec tanışırlar, deyirlər, dincəldik. Hələ relaks sözü də dadlarına çatır. Psixoloji arqument verir. Güya gərginlik içindədirlər. İçib relaks etməlidirlər, boşalmalıdırlar. Sənə bir anekdot danışım. Dünən Cavanşir kimdənsə eşidib Qədeş təyyarədə. Uçaq denən yaxşı sözdür. Yaxşı uçurmuş. Təsadüfən yanına Jennifer Lopez düşür. Avariya olur. Bircə onunla Jennifer salamat qalır. Bir adada yaşayırlar. 1 ay, 2 ay. Axırda qız Azərbaycanca öyrənir. Zaman keçir. Bezib Qədəşi yatağına buraxır. 1 ay keçir. Görür Qədəş qanı qara gəzir. Deyir, nə olub bala? Ninə, kömək edim sənə. Bunun dənizin qırağında oturduqları yerdə deyir. Qədəş şapkasını Jennifer'ə verir ki, ala başına qoyur. Təsbehini verir. Ala bunu çevirir. Deyir ki, indi məndən soruş. Nə var, nə yox Qədəş? Jennifer Azərbaycanca soruşur. Nə var, nə yox Qədəş? Qədəş cavab verir. Ala, bilirsən kimdən yatmışam? Jennifer Lopezlə. Qəmər danışa-danışa özü də uğundu. Umay balaca gülüb. Bəs Lopez aya getmiş kosmonatla yatsaydı, rəfiqələrini bunu danışmasaydı, ürəyə partlamazdı. Belə məsələlərdə biz kişilərdən fərqlənmirik. Yaxşı şəhərə çatmıram. Evdəsən gəlin çay içməyə. İştivan da götür, xoşbəxt olsun. Umay, baxarım deyib, Təbriz küçəsindəki marketdə saxladı. Götürdüyü arabanı itələyərək o evə bazarlığı üçün bölmədən bölməyə keçəndə başı düşüncələrə tutulmuşdu. İştivanın məndən xəbər gözləyirmiş kimi baxması üstümdə ağır yükə çevrildi. Onu qonaq aparmaq bu yüklə getməkdir. Ona ümid verməkdir. Ancaq gözlədiyini demir ki, yox deyəsən. Görəsən yox desəm, Azərbaycanın türklərə sevgisi qalacaq, yoxsa hirslənib üz döndərəcək. Türkçülüyü məni özünə bağlamaq biciliyidir, ya nədir? Macaristanda Azərbaycanlı qıza evlənmiş kişi var, Serbiyada deyəsən var. Umay ağartı bölməsində pendir filan götürdü. Hər şey bağlı dedikodu gəzir. Qatıqlar kraxmaldandır. Pendirlər süd tozundan hazırlanır. Hər şey ekoloji zəhər var. Düyü plastik materialdandır. Ancaq dərmanlarla bağlı quşqular düzdür axı. Ucuzsuzluq üçün tərkibini dəyişmiş gətirirlər. Umay şübhələrlə dolu olan bu Azərbaycan dünyasında özünü çeşli yerdə gəzib, oturmağa yer gəzən qadın kimi duyurdu. Umay bazarlığı qurtardı, haqq hesabı çəkəndən sonra arabanı oğlanlardan birinə verib maşını sürdürdü. Mənzil 2-ci mərtəbədə idim. Maşından yalnız soyuducuya qoyulası tavarları götürüb ayaqla yuxarı qalxdı. Evini çox sevirdi. Lap görməmişlik dərəcəsində sevirdi. 210 kvadrat metr 4 otağa, 2 mətbəxə, 2 hamama, 2 tualetə bölünmüşdü. Qabaqlar artmasından dəniz görünürdü. İndi təzə tikilən binaların dənizin qabağına kəsmişdim. Evində aldığı ləzzəti bircə bu soğan doğrayırdı. Otaqların hərəsinin öz boyası vardı ki, gələcəkdə əri uşaqlar olanda nəyin hansı otaqda olmasını boyaları ilə bildirsinlər. Sarı otaqda, çəhrayı otaqda və s. Bəzi divarlarda pasiyenti olmuş 2 rəssamın modernist şəkillərini asmışdı. Bəzilərində böyüdülmüş ata-baba şəkilləri, onların arasında 30-cu illərdən qalmış ulu babalarının, nənələrinin də şəkilləri vardı. Bütünlükdə otaqlarda bəzək və mebellər az idi. Olan mebellərin üstündə isə Hindistanda, Avropa ölkələrində gətirdiyi yadigar suvenir nəsnələr düzülmüşdü. Ana nənəsi ilə ata-anası bir yerdə yaxında yaşayırdı. Umay ata-anasının bir uşağı idi. Onun içində əmsi, xalası uşaqlarını çox istəyirdim. Burada bəzən tək bəzənsə, nənəsi ilə qalırdı. Biraz oturub dincəldim. Axşamacan vaxtı keçirməli idi. Onun içində bərk həvəsi olmasa da indi yox. Axşam 7-də Qəmərcilə getməyə qərar verdi. Bacılığına zəng vurdu ki, indi gözləmə, 7-də gələcəm. Bəs iştivan? Yox, onsuz gələcəm. Hazırlaş. Mamam da buradadır. Sənə bir Quran maizə oxuyacaq.
Xoşuna gələn bir kişi, yox oğlan var, ona ərə vermək istəyir sənin. Onun reklamını yapacaq. Oğlan da gətirəcək, yox, qabaqca sənin ağzını arayacaq. Qəmərin anası vaxtı ilə baş həkim olmuş pensioner idi. Umayın anası ilə bacılıq edirdim. Ona görə də qız onu özünə ağ bircək sayırdı. Onun sözü ilə Umay seçilmədən deyildi. Ancaq yenə maraqlandı. Bəlkə doğrudan da dəyərli adamla onu tanış edəcək. 6 ay Umayın urcağına necə çıxdı? Umay bacılığı ilə Adidas firmasının idman geyimində getdi. Bu geyimdə onun uzun ayaqları, incə göbəksiz beli, əsas silüeti yaradırdı. Qəmərin uşaqlarını çox istəyirdi. Hər dəfə onlara gələndə, hərdən ürəkdən, hərdən xala xətrin qalmasın, onlarla oynayırdı. 2 qız, bir oğlan isə ürəkdən Umayı sevinib üstündə gəzirdilər. Bəlkə də bu sevincə merkantil nədəni vardı. Çünki həmişə onları evdə uşaqları yasaqlanmış şirniyyat, kiçicik hədiyyələr gətirirdim. Qəmərcilə tez-tez gəlmədiyindən hədiyyələri onlar üçün adiləşmirdi. Burada Umayın öz yeri vardı. Gələndə həmişə divanın yanındakı kresloda otururdu. Ya ayağını ayağının üstünə aşırdırdı, ya da altına yığırdı. Kreslonun yanında balaca çay kofe masası vardı. Qəmər haykü ilə sevincini bildirə-bildirə çay gətirmişdi. Anası üzbəyiz oturub danışırdı. Oğlan sənin yaşındadır. Adı Oktaydır, cərrahdır. Türkiyədə qurtarıb, çox biliklidir. Çox yaxınlarda elmlər doktoru olacaq. Köhnədəki namizədlərdən yox, doktorlardan olacaq. Mənimlə də işləmişdi. Biliyi super, bacarığı super. Düzdür, boşanmışdır. Səbəbini bilmirəm. Ancaq uşağı yoxdur. Umay başını tərpətdi. Tamara xala, həkimə ərə getməklə qurtardım. Həkim istəmirəm. Bə nə istəyirsən? Futbolçu, məmur, biznesmen? Heç birinə. Hansını deyirsən? Məndə pis assosiasiya yaradır. Futbolistə bağlı yox, ancaq bizdə futbolist ki, insan kimi xarizması olsun. Qız, səni ailənin millətçiliyi xarab edib. Bununla bağlı səninlə çoxdan danışmaq istəyirdim. Gör bu millətdə nə qədər axmaq adam var. Hara baxırsan, mənasız adamlar. Elə biz də mənasızıq. Yüksək ideyalarla yaşayanlar romanlarda, filmlərdədir. Özü də bizimkilərdə yox. Çünki ağıllı adam bizim romanlarda yüksək ideyalarla yaşayan qəhrəmanlara baxanda darıxır. 80-ci illərdə sevindiydi. Sevindi ki, bizdə də elələri var. Sonra hamısının zibili çıxdı. Heç bizdə də yox. Bax ermənilərə. Onların da hansı qəhrəmanı sağ qaldısa, rüşvətxor oldu. Bəli, mən də olmuşam. Başqa cür baş həkim ola bilərdimmi? Umay bu xanım xatın arvadan baxırdı və düşünürdü ki, o əslində bütün Sovet dönəmində milli qəhrəmanlar həsrətində olan qadınlardan olmuşdu. 20 yanvarda hələ baş həkim deyildi. Ambulansa oturub yaralılar dalınca gedirdi. İndi isə onu ərə vermək üçün belə danışır. Bir də ona görə belə danışır ki, gündəlik dünyanın bozluğu, rutini hamını basıb yeyir. Zəlzələ, böyük qəzalar olanda, davada olanda vətən dəliləri peyda olur. Sonra yenə darıxdırıcı dünya gəlir. İndi nə etməliyəm? Necə yaşamalı? Kimə ərə getməli? Umay Tamara xalanın gözlərinə diqqətlə baxaraq tapmaq istəyirdi o sözlərinin. Güya ağıllı olmasının ləzzətindədir. Yoxsa dedikləri dərindəki qüssədən, ağrıdan gəlir. Qəmərin anası isə davam edirdi. Umay, mən səni məşcan dünyaya çağırmıram. Ancaq yüksək dəyərlərə, ideallara, özün üçün rahat, sevimli dünya qurmağı qurban vermə. Üç uşaq doğmaq lazımdır. Onların biliyinə, tərbiyəsinə fikir ver. Bu da olsun sənin böyük idealın. Maşallah, sən elə bu da qızını göstərdi. Elə qazanırsan ki, ərin puluna möhtac deyilsiniz. Ərə get, bəyənmədən dalından dəy. O qədər kasıb yaxşı arvadlar var ki, biri evini yığışdırar, biri uşaqların tərbiyəçisi olar, sən də işləyərsən. 2-3 ilə ərə gedib doğmağı planlaşdır. Dediyim budur, zamanə dəyişib. İndi boşanmış arvadların üstündə işlənmiş ayaqqabı ləkəsi yoxdur. Birinə gedərsən, xoşun gəlməz, o birisinə yenə gəlməz, üçüncüsünə, dördüncüsünə gülmə. Mənim ulu nənəmin 4 əri olub. Umayın Qəməri anası ilə tartışma yapmaq fikri yox idi. Birincisi onun anasının bacılığı kimi çox istəyirdi. İkincisi onun qızına keçmiş qaba zarafatlarına ləzzətlə gülürdü. Buna görə də cavab qaytaran kimi, yox, öz-özünü düşünən kimi dedi. Tamara xala axı bu dünyada hər nə varsa etibarsızdır. Azmı olub ki, qadın canını uşaqlara qoyub onlarsa böyüyəndə axmaq ya yaramaz olublar. Mircəfər Seyid deyildi. Anası da yəqin ağır Seyid olmasını istəyirdi. Əgər yaxşı adam idisə, oldu Mirqəzəb. Mən demirəm belə şeylərə görə uşaq doğmayaq. Dediyim odur ki, nəsə etibarsız olmayan bir nöqtə ideal olmalıdır ki, bu dağınıq dünyanı ona bağlayasan ki, pərən-pərən düşməsin. Heyvanlar aləmində o bir-bir
O bir olan instinktdir. Hamısını öz növlərinə davam etdirməyə, bu yolda ölməyə məcbur edir. İnsan aləmində bir olan Allahdır. Bir də öz millətindir. Tamara xala, əsas məsələ elə yaşamaqdır ki, o bir olanda bezməyəsən. Yoxsa insan öz başına qalanda Allahdan da bezir, millətdən də bezir. Bax, necə yaşayasan ki, bezməyəsən. Məni çox düşündürən sual budur. Sualın cavabını bilmirəm. Ancaq sualı bilib yaşadığım üçün özümə həşarat kimi baxmıram. Ərə də gedəndə bu sualı bilib ona cavab axtarana getmək istəyirəm. Umay danışığının pafosunu sındırmaq üçün sözlərinə məzəq atdım. Sözsüz istəyirəm ki, o pul qazanan, tanınan kişi yaraşığından olsun. Yaraşığı az da olsa olar. Daha doğrusu az olsa boyu hündür olsun, çox olsa 2 barmaq məndən güdəş də ola bilər. Yanında oynayan 7 yaşlı qızı qucaqlayıb soruşdum. Sən nə fikirləşirsən? Qız cavab vermədi, çünki bildi ki, sual cavab üçün verilməyib, qucaqlamaq üçün verilib. Qonşu otaqda iş kabinetində Cavanşir çıxdı. Deyəsən oradan qaynanası ilə Umayın söhbətinə qulaq asırdı. Arvadın bacılığını yanağından öpdü və dedi. Düz deyirsən, ancaq ərinlə barış. Yazıq fikir çəkir. Çəkməz. Nə mən ona maraqlayam, nə o mənə. Bu məsələni qurtaraq. Sən özün necə darıxqanlıqdan çıxırsan, yemək içməklə. Heç Alim Qasımovun konsertinə, opera teatrına aparırsan Qəmərə. Yox, mən meloman teatrlı deyiləm. Bilyard oynamağa aparardım, bacılığını getsəydim. Qəmər 3 uşağın ərki ilə ərinə təpindi. İşləyə-işləyə 3 uşaq doğmuşam. Siz kişilər birini doğsaydınız, minnətinizdən ölərdim. Bilmək olmadı bu sözlər Cavanşirin hansı dediyinə cavab idi. Deyəsən Qəmərdə xasiyyət vardı. Hər dəfə hər ehtimala qarşı əlini yerindən oturtmaq ki, özündən razı olmasın. Həmişə arvadın qarşısında özünü gözü kölgəli duysun. Cavanşir ağıllı yox, hissiyatlı qadının bu qabaqdan gəlmişliyi qandığı üçün nə əsəbləşirdi, nə cavab verdi. Gülüb boş buraxırdı. Qaynanası da bunu bilirdi. Cavanşirdən narazı değildi. Ürəyindəki tikan çıxsın, qızına da təpinmirdi ki, öz işləridir. Necə ər-arvad rolunu oynarlar. Umay işə getməyəndə adətən saat 12-də yatağa girirdi. İndi 11 idi. Düşündü ki, 10-15 dəqiqəyə çıxım. Tamara xala, sizi evə aparım, yoxsa burada qalacaqsınız. Burada qalacam. Qəmərin başı öz işlərinə qarışdığından söhbətə az iştirak etmişdi. Onsuz da Umay ilə söhbətlərin çoxunu telefonla, Facebookla edirdi. Onun üçün də anası olanda rəfiqəsi ilə az danışmağa ikisi də adətkar idi. İndi isə bircə onu dedi ki, ehtiyatla maşın sür. Cavanşir aşağı düşüb Umaya maşınacan ötürdü. Küçə laf Fellin filmlərdəki kimi yarı qaranlıq idi. Fellini haqqında oxuyandan sonra Umay da bu rejissorun filmlərindəki qaranlıqla işığın bir-birinə keçməsinə fikir vermişdi. Keçmişdə Qanlıtepe deyilən yerdəki məhəllələrə Erməni kənd deyirdilər. Orada sürüb 28 may metrosuna sarı düşdü ki, metronun yanındakı mala çatmamış sağa dönüb qış parkının yanı ilə 5 mərtəbəyə geçsəm. Oradan da evlərinə qalxsın. Mola yanı ilə gedəndə maşın daş döşəmələrə görə titrəməyə başladı. Sağ yanında Səkinin lap qırağı ilə sarı çəkməli oğlan yeriyirdi. Aşağı Umay ürəyindən alqaş deyib maşını yavaşladı ki, birdən bu gicbəsər yolu keçər. Beləcə bir gözü küçədə, bir gözü qabaqda saralan ayaqqabılarda otuzla sürürdü. Gədənin tuşuna çatanda Umayın sinəsindən eşitmədiyi qışqırtı qopdu. Gədə qəfildən sərxoş başı qozluğu ilə sola atılmışdı. Puferin sağından tap səsinin gəlməsi ilə əyləcin səsi və Umayın qışqırtısı bir oldu. Umay iki əli rolda donub qaldı. Gözlərində yaş parıldayırdı. Bir anın içində maşına görə özünü söydü. Necə biabır olacağını düşündü. Necə türmədən qurtulacağını fikirləşdi. Daha bir də maşın sürməyəcəyin əhdini verdi. Bütün bunların içində qorxulu bir şeydi düşündü. Çıx, bax, gör maşın qabağında uzanan oğlan nə gündədir. Təkərin altındadır, ya bu ferin dəyib əzilib. Maşından çıxanda gördü ki, oğlan yerdə oturub sevindi. Bir qolundan yuxarı dartdı, həmin qolu çiyninə atdı ki, yıxılmasın. Küçə boş idi. Bir-iki oğlan 20 metrlikdən durub baxırdı. Umayın qorxusu sevincə, sonra isə bu oğlanı ürəyində söyməyə gətirib çıxardı. Oğlan mızıldaya-mızıldaya əlini çəkmək istəyirdi. Qorxma, yaxşıyam, burax gedim. Necə buraxam? Yəqin maşın sizi əzib. O cür səs çıxdı. Haranız əzilib? Bu ayağınız, gedək həkimə. Yox. Eviniz hardadır? Ora aparım. Yox. Bəs küçədə qoyum? Yox, qoya bilmərəm. Bir qohumunuz, dostunuz var, oturun maşında bir şey fikirləşərim. Umay qolu çiynində oğlanı maşınına dartdı. Evinə sarı sürəndə nənəsinə zəng vurdu ki, gəl evə, adam gətirəcəm, onunla tək qalmayın.
fərqində də deyildi, bu oğlan eşidir, başa düşür. Umayın ondan ehtiyat etməsinə necə baxır. Binalarına çatanda yenə oğlanın qoluna çiyninə atdı. Ara pivə iyindən ürəyə bulandı. Ancaq özünü günahlı saydığı üçün burnunu o biri yana döndərib oğlanı mənzilinə tərəf çəkdi.